Esselamu Aleyküm değerli izleyiciler. Bugün Bir Vəhyin Pəncərəsi proqramına daha xoş gəlmisiniz. Değerli Ömer müəllimlə yeni bir podkast çəkimindəyik sizlərlə. Xoş gəldiniz müəllim. Bugün keçən mövzunun davamı olaraq bəzi problemlərin səbəbləri haqqında danışacağıq. Keçən dəfəki podkastımızda bəzi ictimai problemlər haqqında, bəzi sosial problemlər haqqında, ailə məişət problemləri haqqında danışmışdıq. Bugün isə onlara səbəb olan ideologiyalar, düşüncələr, izmlər haqqında danışacağıq. Malcolm X-in məşhur deyimi ilə qaranlıqdan şikayət edəcəyinə bir şam yandır düşüncəsi ilə işə başlayarsaq əgər, biz keçən dəfə danışdığımız mövzular hər hansı bir problemlər idi. Bir də bu problemləri aparan yollar var ki, əgər o bilinməsə, artıq biz çıraq yandıra bilməyəcəyik. Bildiyimiz kimi insanlar bilinçli və ya bilinçsiz, şuurlu və ya şuursuz etdikləri hərəkətləri hər hansı bir ideologiyaya, hər hansı bir izmə, daha dərindən desək, hər hansı bir dinə görə edirlər. Bəzi insanlar dindar olduqları üçün müəyyən əməlləri, hərəkətlər edir. Bəzi insanlar dinsiz olduqları üçün, yəni dinsizlik dindar olduqları üçün. Tarixdə heç bir şəxs, heç bir kəs dinsiz olmayıb. Yəni ateizmi götürsək ən uc nöqtəni, ateizm də bir dindir. Bu dinin adı dinsizlik dinidir. Ona görə də bu barədə bir giriş mahiyyətində sözə giriş edərsək, müəllim, niyə insanlar ateizmin şübhəsinə düşürlər? Yəni bugün baxırıq ki, xüsusilə gənclər, ələlxüsusda sosial şəbəkələrdə TikTok fenomenləri vasitəsilə saatlarla elə verilişlərə baxırlar. Hətta hashtag da açırlar ki, Allah yoxdur, bu kimi şeylər. Sovet dövründə tarixin zibilxanasına atılan bir ideologiya günümüzdə xortladılmağa çalışır, təəssüf ki. Necə olur ki, gənclər bu belə deyək, girdaba düşürlər? Yəni səbəb nədir? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi və tabi'in. İlk öncə Allah Azze və Celle sizin bu proqramınıza bərəkət versin. Bizi dəvət etdiniz. Allah sizi xeyirlə mükafatlandırsın. Və sonra isə verdiyiniz suala gəldikdə biz keçən dəfə burada danışdığımız bəzi məsələlər var idi. Və bu məsələlərə bir nevi əslində biz toxunmuşduq. Hansı ki, insanlar internet vasitəsilə şübhələrə düşürlər, dinləri ilə qumar oynayırlar və bu elə-belə bəsit olan bir şey deyil. Həqiqətən bu küfr toplumları tərəfindən planlı, proqramlı insanların dinləri ilə oynamaqdır. Yəni yoxsa kimsə işini, gücünü atıb, ailələrini bir kənara qoyub, uşaqlarını bir kənara qoyub saatlarla bir verilişdə insanları dindən soyutmaq nə qazandıra bilər insanlara? Yəni bu boş söhbətlərdir. Mən insanları düşünürəm, mən milləti düşünürəm və s. Bunun arxasında daha qaranlıq olan şeylər var. Bu da insanları fitrətlərindən çıxardıb, insanları düşünməkdən çəkindirib, nurdan zülmətə. Yəni Allah Azze və Celle insanları zülmətdən nura çıxardır. Bu insanlar da o nuru, nurdan insanları zülmətə aparmaq istəyirlər. Və bunun əslində səbəblərindən biri insanların bu şübhəyə düşməsinin səbəbi insanlar Allah Azza və Cəllə'ni həqiqi mənada tanımırlar. Yəni bu nəyə bənzəyir? Buna bir misal verəcək olsaq, məsələn bizim bir dostluğumuz var, bir yoldaşlığımız var. Bir insan gəlir mənim haqqımda sizə, sizin haqqınızda mənə bəzi şeylər danışır. Məsələn deyir ki, Kazım sizdən uzaq. Məsələn deyir ki, məsələn örnək verən falan adam insanların malını oğurlayır. Tanıdığımız, bildiyimiz, məsələ sizdən çəkdim, yanlış olmasın deyə. Hani tanıdığımız, bildiyimiz, baxın burada danışarkən belə, yəni bir misal verəcəm, onu belə sizə yaraşdırmadığımdan dolayı misalı sizdən çəkdim, indi bunu bir yerə bağlayacağım. Tanıdığımız, bildiyimiz bir adam, onu tanıyırıq, güvənirik. Birisi də gəlir kənardan deyir ki, o oğrudur, insanların malını oğruyur, insanlara zülm eləyir, insanlar onun əlindən əmin-amanlıqda deyil. Amma biz də bunu çox yaxın tanıyırıq, dostluq etdiyimiz, yoldaşlıq etdiyimiz birisidir. Bu insana edəcəyimiz müamilə nədir? Bir, danışdıqlarına inanmamaq o qəti surətdə içimizdə var olan bir şeydir ki, danışdığı heç bir şeyə inanmayacağıq. İki, onu susturacağıq. Yəni heç kimsə öz yaxını haqqında, ailə üzvləri haqqında, valideynləri haqqında, doğma qardaşı, bacısı haqqında birisinin danışmağına müsaade etməz. Niyə müsaade etməz? Çünki müsaade etməməsinin səbəbi bir,
o qarşıda olanı sevdiyindən dolayı, 2 ona etibar edib, ona güvəndiyindən və ona toz qondurmadığından dolayıdır. İndi bu dünyalıq məsələlərdə belədirsə, insan necə ola bilər ki, bir insan 1 saat onun Rəbbi haqqında danışan insanı 1 saat oturub dinləyə bilir? Yəni, bu nəyin göstəricisidir? İnsanın Rəbbini tanımaması, insanın Rəbbinə güvənməməsi, insanın Rəbbinə o yəqinliklə Allah Azza və Cəllə iman etməməsinin səbəbidir ki, sən birisinə müsaade edirsən, o sənin qarşında danışır. Etmən gərəkən şey nədir? Dünyalıq bir insana belə, bayaq bir misal çəkmək istədim sizə, bu mənə belə ağır gəldi. Düzdürmü? Yəni, bu misal mənə ağır gəldi. Siz təsəvvür edin ki, aləmlərin Rəbbi olan Allah haqqında biriləri gəlir, danışır. Sənin şübhəyə düşməyin səbəbi nədir? Mən sizi tanımasam şübhəyə düşərəm. Yəni, mən o dostumuzu, yoldaşlığımızı tanımasam şübhəyə düşərəm. Amma bir insan bir insanı tanıyırsa, bir insan bir insanla yoldaşlıq edibsə, nə danışırsa danışsın, nə arqument gətirirsə gətirsin, etməmiz gərəkən şey nədir? Ya mən bilmirəm, sən danışırsan, mən bilmirəm, amma yenə də sənə bu söz haqqı vermir ki, mənim dostluq etdiyim, mənim tanıdığım, mənim güvəndiyim insan haqqında danışasan. Ən uca misallar Allaha aiddir. Bu aləmlərin Rəbbi olan Allah Subhanahu va Taala'dan daha da uzaq tutmağımız, daha da birisi ağzını açar-açmaz susturmağımız gərəkən bir şeydir. Amma təəssüflər olsun ki, insanlar Allah haqqı ilə, necə Allah Azza və Cəllənin öz ifadəsi ilə Allahın qədrini haqqı ilə bilmədilər. Yəni, biz dostluqda, yoldaşlıqda etdiyimiz şeyləri bizə nemətlər verən, bizi anamızın bətnində saxlayan, oradan çıxardan, yedirən, qidalandıran, Allahın verdiyi nemətlərlə danışırıq, Allahın verdiyi nemətlərlə görürük, Allahın verdiyi nemətlərlə eşidirik. Amma o Allaha ki, iman etmişik, baxırsan ki, biri gəlir bizi şübhəyə sala bilir, biri gəlir danışa bilir, sükut edirik, şübhəyə düşə bilirik. Ona görə bu insanların ən böyük problemi Rəblərini tanımadılar. Rəbbini tanıyan insan şübhəyə düşə bilməz. Rəbbini tanıyan insanın ilk etməsi gərəkən şey təpki göstərməsi, Rəbbini tanıyan insanın qarşıda olan insana sus, sən mənim Rəbbim haqqında danışa bilməzsən, o aləmlərin Rəbbidir, o yerin göyün sahibidir, mənim tanıdığım Rəbb sənin danışdıqlarından münezzəh olan bir Allahdır deyib, həmən inkar etməsi lazımdır. Qulaq verən insan, dinləyən insan Rəbbini dəyərə, Rəbbinin qədrini, qiymətini bilməyən bir kimsədir. Bu birincisi. İkincisi, insanların ateizmə düşməsinin, deizmə getməsinin səbəblərindən insanlar dini həqiqi İslam əhlindən öyrənmədilər. Məsələn, sosial şəbəkəyə daxil olurlar, din adı altında xurafat əhli olan insanları izləyirlər. Yəni, bu insanlar ki, həqiqətən də din bunlardan uzaqdır, bunlar dindən uzaqdırlar. Onlara baxıb dini o şəkildə qələmə aldılar. Bəlli insanlar da bundan istifadə etdilər. Yəni, kimisi bilərək bundan istifadə etdi. Bunun dinin bu olmadığını bildiyi halda insanların önünə xurafatları çəkib göstərdilər. Kimisi də bilməyərək, yəni din budurmu, bu dindirsə biz bundan bərik dedilər. Yəni, məsələn, insanlar baxdılar ki, bir insan necə ola bilər ki, gedib daşdan kömək istəsin. İnsanlar baxdılar, dedilər ki, necə ola bilər ki, bir insan, yəni ilin bəlli günlərində özünü döyür, özündən qan axıdır, insanların gözü önündə uşaqlarına əziyyət edir. Bunu bir xurafat olaraq gördülər ki, zaten bu bir xurafatdır və insanlara bunu göstərərək İslam dinini insanların gözündən salmış oldular. Ona görə biz müsəlmanlar və özünü İslama nisbət edən insanların önündə anlatacağı şeylər çox önəmlidir. Yəni, biz insanların önündə nə anlatırıq, biz insanlara bu dini necə təqdim edirik, mühüm olan işlərdən birisi də budur ki, dini olduğu kimi insanlara çatdırmadığın zaman, xurafat ortaya qoyduğun zaman və ya elə şeylər danışırsan ki, normal, bıraq dini, bir fitrət bunu qəbul etmir. Elə şeylər, elə məsələlər insanlara anlatırsan ki, zaten anlattığın dindən də deyil, insanlara bir nağıl, bir masal anlatırsan, fitrət bunu qəbul etmir, insanlar bunu qəbul etmir. Dolayısıyla, sanki ateizm haqlıdır, özünü İslama nisbət edən müsəlmanlar və ya İslam dini də batildir kimisi ortaya gəlir. Halbuki, necə imamlarımız deyərdilər ki, Allahın nazil etmiş olduğu elə bir şey yoxdur ki, o insanın fitrətinə müxalif olsun. Yəni, nə nazil olubsa, hamısı insanın fitrətinə uyğundur. Yəni, insanların fitrətindən başqa bir şey danışdığın zaman insanlar bunu inkar etməyə başlayırlar. Bu da ikinci səbəblərdəndir. Üçüncüsü, inkara meyilli olan insanlara baxsaz, onlarla danışandan sonra məlum olacaq ki, onların həyatlarında etdikləri və ya etmək istədikləri bir günah var. Yəni, bu çox zaman belə olur. Məsələn, danışırsan, danışdıqların ona məntiqli gəlir, danışdıqlarını qəbul etmək istəyir, amma onu inkara aparan bir şey var. Məsələn, adam zina etmək istəyir, adam qumar oynamaq istəyir, adam içki içmək istəyir və s. Adam bütün bunları inanaraq etdiyi zaman ona ağır gəlməyə başlayır. Yəni, inanırsan ki, sən yanlış edirsən, inanırsan ki, bir gün bunların hesabını verəcəksən, bu ağır gəlməyə başlayır. Çox zaman insanları, xüsusən də gəncləri o inkar etməyə, inkar etdim, qurtuldum deyir, inkar etdim, rahatladım deyir, amma bu rahatlama müvəqqəti bir rahatlamadır. O insanın içərisində Allahın insanın fitrətinə yerləşdirmiş olduğu o səs ki, sənə etiraz edir,
O səs ki, sənə qarşı çıxır, o səs bir gün öz həqiqətini sənin gözünün önündə o həqiqətləri gördüyün zaman insan üçün artıq gec olmuş olacaq və bir çox səbəblər var əslində bu insanların bu şeylərə düşməsinin. Mənim gördüyüm bu üç məsələ öz həllini tapsa, həm özünü İslama nisbət edən insanlar belə insanlara danışmağa müsaade etməsələr, həm insanlara bu xurafatdır, bu İslamdan deyil, bu şeylərdən uzaq durun və eyni zamanda da insanlara o cahilliklərindən çıxardıb o günaha meyilliliklərini, o günahın çirkinliyini insanlara göstərə bilsək, bərabərində düşünürəm ki, bu problemlər inşallah öz yolunu, həllini tapmış olar. Müəllim, bir də bu cəhətdən fikirləşə bilərikmi ki, ümumən ateizm və yaxud hər hansı bir ideologiya sadəcə söz olaraq qalmır. Misal üçün bir insan mən ateistəm, bir insan mən kommunistəm deməklə, yəni sadəcə sözdə qalmır. Bir də onların əşyaya, hadisəyə olan baxış bucaqlarını da formalaşdırır. Örneğin belə deyək də, ideologiya nə deməkdir? Hər hansı bir əşyaya, cəmiyyətə, belə deyək, verilən addır, anlamdır, mahiyyətdir, belə deyək, deməkdir. Örneğin insan üzərindən götürəriksə, məsələn ateistlərin insan məfhumuna verdiyi açıqlama var, bir də dindarların verdiyi açıqlama var. Örneğin ateist bir insan insan dedikdə təsadüfən yaranan, heyvandan təkamül edən, nə bilim, dünyada daşdan, divardan, ağacdan, otdan heç bir fərqi olmayan bir məfhum olaraq qoyulur ortaya. Və günün sonunda belə deyək, onu öldürmək, onun haqqını qəsb etmək, ona belə deyək, təcavüz etmək, onu istismar etmək sanki bir qarışqanı öldürmək kimi bir şeydir. Tarixdə də bunun örnəklərini görürük. Örneğin Amerika Hiroşima Nagasaki'yə atom bombası atır. Sadəcə deyir ki, biz burada təcrübə keçirdirik. Yəni on minlərlə insan ölür. Və yaxud yaxın dövrümüzə baxsaq, İraqa girir, milyonlarla adam öldürür. Sonra da adını qoyur ki, orada nüvə silahı var idi. Bu kimi mövzular. Yaxın şərqdə də günümüzdə gedən proseslər də buna örnək ola bilər. Sonda da bu insanlar İslam vəhşətdir deyir. Bəli. Yəni işin belə deyək, bunlar əslində qaustuklu terroristlərdir ki, belə deyək, insanları kütləvi şəkildə qətliama verirlər, haqlarını qəsb edirlər. Belə deyək, insanların cismani öldürməkləri bir kənara, oradakı insanları, oradakı uşaqları, oradakı qadınları, gələcəklərini də məhv edirlər artıq. Və günün sonunda, belə deyim, özünü İslama nisbət edən ölkələr geridə qalmış vəziyyətdə qalır. Onu da göstərirlər ki, baxın, İslam elmə uzaqdır və s. bu kimi şeylər. Yəni, haşiyə çıxa bilərəm, çox üzr istəyirəm, məqam gəlmişkən. Və ən təəccüblüsü budur ki, indi bunu dediyiniz zaman, bu etiraz gələcək, deyəcəklər ki, sizin kimi saqqallı olan insanlar, sizin kimi özünü bu dinə nisbət edən insanlar da filan kəsləri öldürdülər, falan əməlləri etdilər, terror törətdilər. Ki, bayaq dediyim bir şey vardı, İslamı həqiqi mənada insanlara tanıtmaq. Yəni, onlar həqiqi İslam deyil. Yəni, onlar həqiqi İslam deyil. Zaten İslam bunun əleyhinə olan bir şeydir. Nəyin əleyhinə? Burası da diqqətlə doğru anlaşılmalıdır. İslamın əmr etmədiyi bir şeyi yerinə yetirmək. İslamın əmr etmədiyi bir şeyi yerinə yetirmək, bu İslamın əmr etmiş olduğu bir şey deyil. Ki, zaten biz qarşı-qarşıya qoysaq, tamam bunlar da var, bu nümunələr də var, özünə müsəlman deyən, özünü İslama nisbət edən insanların bu əməlləri də var. Amma onun qarşısında din düşməni olan insanlar da var. Tərəziyə qoysaq, bunların öldürdükləri insan sayına baxsaq, digərlərinin öldürdükləri insan sayına baxsaq, zaten məsələ buradan sonuçlanır ki, kimdən daha çox danışmaq lazımdır, kimin üzərində daha çox dayanmaq lazımdır. Bunu da diqqətə alınması mühüm bir məsələ kimi demək istədim. Yəni, ateizmin insan təxəyyülündə budur. Yəni, ateizmə görə insan, belə deyək, qarışqadan, otdan, daşdan, divardan fərqi olmayan bir varlıqdır. Yəni, günün sonunda yəni, onu öldürmək də, onun haqqını qəsb etmək də yəni, heç bir belə deyim, əhəmiyyət kəsb eləmir. Bir də İslamın, belə deyək, insana verdiyi dəyər haqqında danışaq. İslam nə deyir? İslam deyir ki, məsələn, Qurandan ayətlər üzərindən danışacağam. İslam deyir ki, biz insanı ən gözəl şəkildə yaratdıq. Başqa bir ayətdə deyir ki, biz insanı hörmətli şəkildə yaratdıq. Yəni, iki ayət üzərindən düşünsək belə, yəni bəs eləyir. Yəni, insan İslama görə Allahın əsəridir. İnsan İslama görə Allahın ən gözəl şəkildə yaratdığı bir varlıqdır. İnsan İslama görə hörmətli şəkildə yaradılan bir varlıqdır. Yəni, hər bir insan dinindən, irqindən asılı olmayaraq hörmətli yaradılan bir varlıqdır. Çünki Allah orada deyir ki, biz insanı hörmətli yaratdıq. Bundan əlavə Həzrət Əlinin məşhur sözü var, deyir ki, hər insan bir aləmdir, Allah da aləmlərin Rəbbidir. Yəni, hər bir insana özəl olaraq İslam dəyər verir. Yəni, hər insanın öz xarakteri var, öz xasiyyəti var, bir insan biraz səbirlidir, biraz emosionaldır. Yəni, hər insana ayrı-ayrılıqda dəyər verir. Bir də İslam
insana gəlib və insanın 5 dənə təməl haqqını müdafiə etmək üçün gəlib. Din əmniyyəti, dil əmniyyəti, can əmniyyəti, mal əmniyyəti, bir də namus əmniyyəti. İndi bir tərəfdə belə deyək, İslamın insana verdiyi anlam var, bir tərəfdə ateizmin insana verdiyi anlam var. Yəni buradan belə baxsaq, məsələ yəni ortaya çıxır. Yəni ateizm belə deyim insana şey gələ bilər, belə gözəl gələ bilər dırnaq içində, nəfsani, azadlıq, amma günün sonunda gətirib insana elə bir belə çıxmaza soxur ki, ailə məfhumunun bir mənası qalmır. Yəni ateist olan bir insan niyə ailə qursun ki? Niyə məsuliyyət altına girsin ki ümumən? Yəni öz belə fikir atalarının sözüdür. Deyir ki, insan düşünən heyvandır. Bu bunların sözüdür. Yəni insan düşünən heyvan olduqdan sonra artıq vəhşət qaçınılmaz olur. Bir aslan düşünün, bir sürüyə girir, bir dənə ceylan ovluyur, çəkilir qırağa, bir həftə onun həzmi ilə məşğul olur. Amma insan deyilən, düşünən vəhşi isə bunların söyləmi ilə deyirəm, qətliamlar törədir, adını qoyur nüvə silahı, qətliamlar törədir, adını qoyur, atom silahını yoxlayırıq. Yəni işin sonu yəni çox çıxmaza girir. Bir də buradan bir giriş edəriksə əgər ateistlər, dinsizlər belə deyim, müsəlmanları cahil toplum kimi göstərirlər. Yəni deyirlər ki, kim müsəlmandırsa mütləq ki o cahildir, o bilmir. Əslində bilsə din xurafatdır və s. o dindar olmaz. Həqiqətən də bu belədirmi? İslam ümumiyyətlə elmə qarşı münasibəti nətərdir? Əslində bayaq bir şey dedim. İlk öncə Allah razı olsun faydalı məlumatlarınız üçün. İnsanları misal olaraq verəcək olsaq, bayaq dediyimiz bir məsələ var idi. Həqiqi dindar olmayan insanlar, İslamı təmsil etməyən insanlar, İslamı təmsil etməyə çalışdıqlarından dolayı bu günləri insanlar müsəlmanları cahil olaraq bilirlər. Məsələn, bu insanlar müsəlmanları cahilliklə ittiham edən insanlar bir gün görüş təyin edək, bizimlə bərabər otursunlar, bizim dostlarımız da gəlsin, hansı ki həkim dostlarımız, mühəndis dostlarımız, hansı ki fiziklə məşğul olan dostlarımız, biologiya ilə məşğul olan dostlarımız, müəllim olan dostlarımız gəlsinlər, otursunlar, görək hələ onlar onların bu günə qədər oxuduqları, yiyələndikləri elmə sahib ola bilib, ümumiyyətlə sahib olmağı bir kənara buraxıram. Məlumatlıdırlarmı yəni? Yəni bu həqiqətən də dediyim kimi o TikTokda gördükləri dırnaq arası müsəlmanları İslamı təmsil eləyən müsəlmanlar budur oluşan o mənzərə ki var, elə zənn edirlər ki, müsəlmanlar onlardır. Amma mən dediyim ki, bu gediyimdə də səmimiyəm. Nə zaman istəyərlərsə bizə ulaşsınlar. Biz gələk oturaq bir masa arxasında görək, çəkiliş də eləyək. Yəni bunu danışaq pərdə arxasında yox. Çəkiliş də eləyək insanların gözü önündə. Bir saat çəkiliş eləyək, görək həqiqətən müsəlmanlar cahildirlərmi yoxsa yox ki, zaten İslamın əmr etmiş olduğu ilk şey oxu əmridir. Yəni Allah Azza və Cəllə öz peyğəmbərinə əmr göndərərkən oxu demişdir. Həmçinin İslama baxırıq. İslam öz peyğəmbərinə bil ki, Allahdan başqa ilah yoxdur. Yəni elə belə Allah sənə əmr etdi deyə yox. Bil ki, Allahdan başqa ilah yoxdur demişdi. Yəni Allah öz əzəmətli kitabında insanları elmə yönəldərək heç bilənlərlə bilməyənlər bir ola bilərmi deyir. Yəni biz bunun təfsirinə baxdığımız zaman bu sadəcə şər'i elmləri bilməkdən söhbət getmir. Dünyavi elmlərdə də bu belədir. Heç bilənlərlə bilməyənlər bir ola bilərmi? Allah Azza və Cəllənin ifadəsidir. Yəni bilənlərlə bilməyənlər eyni ola bilməz. İnsan bunu zaten ilk oxuduğu əsnada bilməyin necə möhtəşəm bir şey olduğunu anlayır. Quranı açıb oxuyan bir insan bilənlərlə bilməyənlər eyni ola bilməzi başa düşəndən sonra elmə olan istəyi artır. Yenə Peyğəmbərimizin səhih hədislərinə baxdığımız zaman insanları elmə yönləndirdiyini, qadının da, kişinin də üzərinə elmin vacib olduğunu bildirmişdir. Yəni onların anlatdığı üzərə qadınlar cahil, kişilər ön planda deyil. Allah Azza və Cəllənin dini həm qadınları, həm də kişiləri elmə yönləndirmiş, onları elmə təşviq etmişdir. Həmçinin zaten bu bizim bu günümüzdə yox, keçmişdə biraz baxsaq, məsələn, bununla bağlı bizim kitabımızda bir bölüm var. Əgər siz də uyğun görsəz, açıb o hissəni oxusaz ki, həqiqətən müsəlmanlar cahilmi olur, yoxsa olmurmu? İnşallah oradan siz davam edin, sonra biz diyalogumuza davam edək. Bu arada Ömər müəllimin Ateist ola bilməyəcəksən adlı kitabıdır, tövsiyə olunur. Həqiqətən yəni sahəsində yazılmış gözəl kitablardandır. Onu da qeyd edək ki, biz bu kitabdan heç bir şəxsi mənfəət əldə etməmişik və elə bir niyyətimiz də yoxdur. Çünki peyğəmbərlərə baxdığımız zaman onlarda çox bariz bir şey görürük. Onlar insanları dəvət edərkən biz bu dəvət müqabilində sizdən heç bir ücret istəmirik deyirdilər. Bu o sünnətə əməl etmək üçün, yəni kimisi bunu bir kitab reklamı olaraq algılaya bilər. Biz dəvətimizdə, dəvət həyatımızda heç bir Allahın dini üçün etdiyimiz heç bir şeydən qarşılıq ummamışıq. İnşallah bundan sonra da ummaq niyyətimiz yoxdur. Dindarlar cahil olur şübhəsinə cavab. Bəzi insanlar dindarların cahil olduğunu iddiasını irəli sürür. Lakin tarixi faktlar bir çox inanclı alimin elmin inkişafına və çiçəklənməsinə böyük töhfələr verdiyini sübut edir.
Dini inanc və elm bir-birinə zidd deyil. Əksinə bir çox hallarda məhz din alimləri elmin inkişafında qabaqcıl rol oynamışlar. İnanclı insanların elmə verdiyi töhfələri görmək üçün sadəcə tarixi nəzərdən keçirmək kifayətdir. Aşağıda Allah inancı olan bir sıra görkəmli alimlər və onların elmin inkişafında göstərdiyi xidmətlər qeyd olunmuşdur. Tibb elminin atası kimi tanınan İbn Sina. İbn Sinanın tibb qanunu əsəri min illər boyunca həm şərqdə, həm də qərbdə tibb elminin əsas kitablarından biri olmuşdur. Onun Şəfa kitabı adlı əsəri isə məntiq, fizika və metafizikanın əsaslarını izah edən dəyərli bir vəsaitdir. O, xəstəliklərin yoluxucu olduğu və karantin tətbiq edilməsinin vacibliyi barədə mülahizə irəli sürmüş ilk alimlərdən biridir. Həmçinin İbn Sina göz xəstəlikləri, ürək və sinir sistemləri barədə çox mühüm tədqiqatlar aparmış, farmakologiya elminin əsasını qoymuşdur. Onun qələmə aldığı əsərlər Avropada 16-cı əsrə qədər tibb elmi üzrə əsas vəsait kimi istifadə olunmuşdur. İbn Sina ağıl və imanın bir-birini tamamladığını müdafiə edir, elm və dini biliklərin bir-birini tamamladığını düşünürdü. Əl-Xarazmi. Məhəmməd ibn Musa Əl-Xarazmi İslamın qızıl dövrünün ən görkəmli alimlərindən biri olmuşdur. Riyaziyyatçı, astronom, coğrafyaçı və mühəndis kimi məşhur olan Əl-Xarazmi riyaziyyat elminin inkişafına əvəzsiz töhfələr vermişdir. Cəbrin atası adını almış Əl-Xarazmi Kitab Əl-Muxtasar fi Hisab Əl-Cəbr və Əl-Müqabələ adlı əsəri qələmə almışdır. O, məhz bu kitabı ilə cəbrin əsaslarını qoymuş və onu riyaziyyatın müstəqil bir sahəsi kimi inkişaf etdirmişdir. Cəbr elmi onun əsərləri sayəsində müasir riyaziyyatda geniş yer almışdır. Əl-Xarazmi sinus, kosinus, tangens, kotangens funksiyalarını özündə əks etdirən təfsilatlı trigonometrik cədvəllər hazırlamışdır. Müasir informatika elminin əsas anlayışlarından olan algoritm termini Əl-Xarazminin adının latın dilində yazılışından götürülmüşdür. Həmçinin o, Hind say sistemini inkişaf etdirərək Avropaya təqdim etmişdir. Əl-Xarazmi astronomiya və xəritəçilik sahəsində də mühüm nailiyyətlər qazanmışdır. O, dünyanın Ptolemeyin xəritəsindən daha dəqiq xəritəsini tərtib etmiş, Günəşin və ayın mövqeləri ilə bağlı dəqiq hesablamalar aparmışdır. Onun coğrafiyaya dair yazdığı kitablar orta əsr İslam dünyasında və Avropada geniş şəkildə istifadə olunmuşdur. Əl-Xarazminin əsərləri 12-ci əsrdə latın dilinə tərcümə olunduqdan sonra Avropada riyaziyyatın və digər dəqiq elmlərin inkişafına böyük təsir göstərmişdir. Əl-Biruni. Əbu Reyhan Muhammed Əl-Biruni coğrafiya, astronomiya və riyaziyyat sahəsində mühüm kəşflər etmişdir. O, dünyanın fırlanması və qitələrin tədricən hərəkət etməsi haqqında nəzəriyyələr iləri sürmüşdür. Baxmayaraq ki, bu fikir dövrünün alimləri tərəfindən geniş qəbul edilməmişdir. O, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, fırlanan bir göy cismi olduğunu Kopernikdən 500 il əvvəl bəyan etmişdir. Əl-Biruni böyük şəhərlərin enlik və uzunluq dairələrini dəqiq ölçən ilk alimlərdən biri olmuşdur. Onun hesablama üsulları müasir GPRS texnologiyasının prinsiplərinə çox yaxındır. O, həmçinin dünya coğrafiya elmi sahəsində qlobus hazırlayan alim kimi adını tarixə qızıl hərflərlə yazdırmışdır. Mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş araşdırmalar aparmış Əl-Biruni geologiya və mineralogiya sahələrinə töhfə vermişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı Hind elminə və mədəniyyətinə aid topladığı materiallar əsasında Hindistana həsr olunmuş və bu ölkənin tarixini öyrənmək baxımından olduqca dəyərli bir əsər qələmə almışdır. Nihayətul Əməkin və ya qısa şəkildə Hindistan adlandırılan bu əsərdə Əl-Biruni məşhur Hind astronomu Brahmaguptanın yer hərəkətdə, göylər isə sükunətdədir fikrini elmi cəhətdən əsaslandırmış və bunun doğruluğunu şübhə altına alan bütün nəzəriyyələri alt-üst etmişdir. Əbu Reyhan Əl-Biruni bütün dövrlərin ən böyük elmi zəka sahiblərindən biri hesab edilir. Onun dəqiq müşahidələri, hesablama metodları və həyata keçirdiyi araşdırmalar onu orta əsr İslam dünyasının ən qabaqcıl alimlərindən birinə çevrilmişdir. İbn Heysəm. Əbu Əli Həsən İbn Heysəm İslamın qızıl dövrünün ən görkəmli fiziki, riyaziyyatçısı və astronomu idi. O, optika sahəsində inqilabi kəşflər etmiş, ilk dəfə video kameraların, fotoaparatların işləmə mexanizmini kəşf edərək müasir optika elminin əsaslarını qoymuşdur. Onun qələmə aldığı əsərlər Leonardo da Vinci və Kepler kimi Avropalı alimlərin yaradıcılığına təsir etmişdir.
İbn Heysəmin gözlər və işıqla bağlı apardığı araşdırmalara və optika elminə verdiyi töhfələrə görə onu optikanın atası da adlandırırlar. Məhz o görmə prosesinin necə baş verdiyini ilk dəfə elmi olaraq izah etmişdir. Əvvəlki Yunan alimləri, məsələn Ptolemey, düşünürdülər ki, insanın görməsi üçün gözlərdən şüalar çıxır və obyektləri görməyə imkan verir. İbn Heysəm isə sübut etdi ki, görmə prosesi işığın gözdəki tor qişasına düşməsi nəticəsində baş verir. Onun qələmə aldığı Kitab əl-Mənazir, optika kitabı, əsəri optika sahəsində inqilabi elmi işlərdən biri hesab olunur. Bu kitab Latın dilinə tərcümə edildikdən sonra Avropa alimlərinin, xüsusilə Kepler, Newton və Vinci kimi dahi alimlərin fəaliyyətinə təsir etmişdir. Ümumiyyətlə 8-9-cu əsrlərdə Bağdad, Qahirə və Kordova kimi şəhərlər elmi və fəlsəfi mərkəzlərə çevrilmiş, astronomiya, tibb, riyaziyyat, mühəndislik və kimya sahələrində mühüm kəşflər edilmişdir. Adlarını sadaladığımız və sadalamadığımız çoxlu sayda müsəlman alimi o dövrdə elmin inkişafına böyük töhfə vermişlər. Əgər dini inanca sahib olmaq insanı cahilləşdirirsə, niyə tarixdə elmi inkişafın əsasını məhz dini inanclara sahib olan bu insanlar qoyublar? Çünki din insanları elmə təşviq edir. İslam dini insanları elm öyrənməyə və bilik əldə etməyə təşviq edir. Quranda və səhih hədislərdə elm öyrənməyin əhəmiyyəti dəfələrlə vurğulanmışdır. Zümər surəsində keçən "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?" ayəsi elm öyrənməyin üstünlüyünü açıq şəkildə göstərir. İslam peyğəmbərinin aleyhissalatu vesselam elmin əhəmiyyətinə dair sözlərinə nəzər yetirək. Elm öyrənmək hər bir müsəlmana vacibdir. Kim elm tələb etmək yolunu tutarsa, Allah onun üçün cənnətə gedən yolu asanlaşdırar. Bu və bir çox başqa ayə və hədislər göstərir ki, İslam dini insanları elmə təşviq edir və elmin inkişafına dəyərli töhfələr verən müsəlman alimlər bunu sübut edən bariz nümunələrdir. Bu mövzuda Misirli həkim Heysəm Talatın bu sözləri çox yerinə düşər. İslam heç zaman ateizm və bütpərəstlik kimi elmə mane olmamışdır. Əksinə, biz iddia edirik ki, ateizm elm qarşısında qəti bir maneədir. Məsələn, 20-ci əsrdə ateist ideologiyaya sahib Sovet İttifaqı təhsil ocaqlarında dinin tədrisini qadağan etmişdir. Nəticədə cəmiyyətdə mənəvi boşluqlar yaranmış və elmi inkişaf özünü yalnız hərbi sahədə biruzə verməyə başlamışdır. Bu kimi misalları çox çəkmək olar. Müasir dövr alimləri arasında da bu alimlərin sayı az deyil. Əhməd Zavail Misir əsilli Amerikalı kimyaçı və fizikidir. Pentokimyanın atası kimi tanınan Zavail, kimyəvi reaksiyaların femtosaniyə zaman miqyasında necə baş verdiyini öyrənən və femtosaniyə lazer texnologiyasını istifadə edərək maddələrin və molekulların necə dəyişdiyini izləməyə nail olan ilk alim olmuşdur. 1999-cu ildə Nobel mükafatına layiq görülmüş Əhməd Zavail, Nobel mükafatı alan ilk Misirli və ilk ərəb kimyaçı olmuşdur. O, elm və təhsilin inkişafına böyük töhfələr vermiş və elm dünyasında dərin bir iz qoymuşdur. Bütün bu faktlar göstərir ki, din və elm bir-birinə qarşı deyil, əksinə dini inanclı cəmiyyətlərdə böyük elmi inkişafa nail olunmuşdur və tarixdə bunun nümunələri kifayət qədərdir. Bir sözlə, din heç də insanları cahilliyə sürükləmir, əksinə elm və inkişaf üçün motivasiya mənbəyi kimi çıxış edir. Dindarlar cahildir iddiası yalnız müəyyən fərdi nümunələrə əsaslanan subyektiv yanaşmadır və ümumi bir qayda deyil. Mən belə deyək də, dinin elmə qarşı olması fikri əsasən Avropadan qaynaqlanır. Yəni bunu xristianlıq haqqında demək olar, bunu başqa dinlər haqqında demək olar, amma bunu İslam haqqında demək həqiqətən də cəhalətin nümunəsidir. Yəni bir insan həqiqətən də elmdən, ixtiralardan, yəni bu qədər xəbərsiz olmalıdır ki, günün sonunda gəlib müsəlmanlara deməlidir ki, sizin heç bir ixtiravınız yoxdur. Yəni bu gün müsəlmanlar zəifdirlər, bu gün müsəlmanlar məlum məsələdir də, yəni başları açılmır müəyyən zülmlərdən. Yəni, bu zülmlər altında bu müsəlmanlar necə ixtira etsinlər? Amma İslamın qızıl çağlarında, yəni müsəlmanlar rahat olduqda, yəni onları öz hallarına buraxıldığı zaman müsəlmanlar kifayət qədər elmə töhfə verir ki, naborot İslam, əksinə İslam insanı elmə təşviq edir. Sizin də dediyiniz kimi. Hətta orada iman gətirən ateistlər var. Zəhmət olmasa bir ona da bilməyənlərimiz məlumatlansın. Kimlər yəni ateist olublar? Əlimizdə olsa kitabı başdan sona burada oxuyardıq. Prosta vaxtımız çatmış. Maşallah çox gözəl kitabdır. Keçmiş ateistlərin müsəlman olma hekayələri. Dr. Jeffrey Lang, Amerikalı riyaziyyatçı. Dr. Jeffrey Lang ateist bir ailədə böyüyüb başa çatıb. O riyaziyyat elmini sevir və məntiqli düşüncəyə böyük önəm verirdi. Bir gün tələbələri ona Quran-ı Kərim hədiyyə edirlər. O Quranı oxuduqca ayələrdəki məntiqli yanaşmanı
və beynini qurcalayan suallara verilən cavabları görür. Xüsusilə Nisa surəsi 82-ci ayədən çox təsirləndiyini bildirir. Ayət belədir: Məgər Quran barəsində düşünmürlərmi? Əgər o Allahdan başqası tərəfindən olsaydı, orada çoxlu ziddiyyətlər tapardılar. O, uzun-uzadı araşdırmalardan sonra İslamın məntiqli və dərin bir din olduğu qənaətinə gələrək İslamı qəbul edir. Joran van Claveren, Niderlandlı siyasətçi. Joran van Claveren əvvəllər İslama qarşı alovlu çıxışlar edən bir siyasətçi olub. O, daim İslam əleyhinə fikirlər səsləndirir və müsəlmanlara qarşı sərt münasibət nümayiş etdirirdi. Bir gün o, İslam əleyhinə kitab yazarkən İslamı araşdırmağa başlayır və İslamın düşündüyündən çox fərqli bir din olduğunu görür. Apardığı araşdırmalar nəticəsində Allaha iman gətirərək İslamı qəbul edir. Onun İslamı qəbul etməsi Niderlandda böyük səs-küyə səbəb olmuşdu. Marianne Francois, İngiltərəli jurnalist. O, heç vaxt dinlə maraqlanan bir insan olmasa da universitetdə təhsil almaqda ikən İslamı araşdırmağa başlayır. Peyğəmbər Muhammedin sallallahu aleyhi və səlləmin həyatını və Quranın qadın hüquqları ilə bağlı mesajlarını öyrənəndə çox təsirlənir. O, İslamı bir çoxlarının təqdim etdiyi kimi geridə qalmış bir din deyil, əksinə insana həyatın məğzini izah edən və istiqamət verən bir həyat yolu kimi görməyə başlayır. Nəticə etibarilə isə İslamı qəbul edir. Lawrence Brown, Amerikalı həkim. Doktor Lawrence Brown ilk əvvəl İslamı tənqid edə bilmək üçün Quran oxumağa başlayır. Lakin Quranın elmi və məntiqli açıqlamaları onu çox təəccübləndirir. Xoş olmayan bir niyyətlə başladığı araşdırma onun İslamı qəbul etməsinə səbəb olur. Alexander Russell Webb, Amerikalı yazıcı və diplomat. Alexander Russell Webb ateist düşüncə tərzinə sahib olsa da, buddizmi və digər şərq fəlsəfələrini araşdırmaq qərarına gəlir. İslamı araşdırmağa başladıqda isə onun həm məntiqli, həm də mənəvi baxımdan əzəmətli bir din olduğunu görür. O, 1893-cü ildə İslamı qəbul edərək Amerikada İslamın yayılmasına böyük töhfə vermişdir. Keçmişdə ateist olmuş yüzlərlə insan var ki, İslamı araşdıraraq və həyatlarının müxtəlif dövrlərində onları narahat edən suallara cavab taparaq müsəlman olublar. Onların hekayələri göstərir ki, İslam kör-körənə deyil, ağılla və məntiqlə qəbul edilən bir dindir. Allah razı olsun müəllim. Çox faydalı bilgilərdir. Bunun üzərinə zaten bir şey deməyə məncə mənim bir sözüm yoxdur. Onların belə deyək də insafına buraxaq. Məşhur şübhələr var, Ömər müəllim. Sosial şəbəkələr üzərindən bizə ünvanlanıb. İstəyirəm biraz da o şübhələr üzərindən danışaq. Məşhur şübhələrdən bəziləri odur ki, deyir, ümumiyyətlə din məfhumu deyir. Belə deyim, bu sualın birinci tərəfi haqlıdır, amma onu İslama yanmamaq isə yanlışdır. Belə deyək. Əslində din, belə deyək, bəşəri dinlər, insanlar tərəfindən uydurulan dinlər insanları qulluğa sövq eləyirlər. Bu, belə deyək, doğrudur. Amma deyirlər ki, İslam da bunun üçündür. İslam da gəlib insanları, belə deyim, itaət etdirmək üçün, insanları, belə deyək, pasivizə etmək üçün. Bu barədə İslamın bizə sunduğu mesaj nədir? Ümumiyyətcə, tarixə nəzər etdiyimiz zaman dinin siyasətdə istifadə edildiyi yerlər var. Lakin biz, bu o demək deyil ki, bir şey bir yerdə istifadə edilirsə, deməli o şey onun üçün yaradılıb. Bu məntiqə zidd olan bir şeydir. Məsələn, elmi bir çox kəşflər bir çox yerlərdə istifadə edilir. Yəni bu elmin bunun üçün yarandığına iddia etmək, bu nə qədər doğru bir iddia olmuş olar? Məsələn, müharibələrdə bir çox şeylərdən istifadə edilir. Elmi məsələlərdən istifadə edilir. İndi elm müharibə üçünmü var olan bir şeydir? Deyil. Yəni bir şey bir yerdə istifadə edilirsə, bu əsl etibarilə bunun üçündür demək deyil. Ki, zaten bunu tarixin bəlli yerlərində bəlli insanların bunu etməsi yəni azınlıqda olan bir nümunədir. Bu şəxslərlə bağlı olan bir məsələdir. Bəs biz İslamın o ilk gəldiyi ab-havasına baxaq, İslamın ilk gəldiyi ruhuna baxaq. Muhammed sallallahu aleyhi və səlləm gəldi, insanlara bir din anlattı. Yəni niyə görə onu məsələn o dönəmin Məkkəli müşriklər ona təkliflər etdilər. Məsələn dedilər ki, əgər məqsədin qadınlarla evlənməkdirsə, gəl səni Məkkəlinin ən gözəl qadınları ilə evləndirək. Əgər məqsədin pul paradırsa, öz aramızda yəni pul ortaya qoyaq, səni içimizdə ən zənginlərdən edək. Əgər məqsədin başa keçməkdirsə, gəl səni içimizdə başa keçirdək. Bütün bunlara rəğmən Muhammed sallallahu aleyhi və səlləm bunları rədd etdi. Yəni demək ki, din insanları idarə etmək üçün gəlib və ya uydurulub iddia etmək, bu həqiqətən də absurd bir iddiadır. Əgər belədirsə, burada bir sual çıxır. Niyə görə bu günləri ateist dövlətlərin belə
ən çox mücadilə apardığı yəni ideologiya dindir. Yəni bunun səbəbi nədir? Əgər madəm din insanları idarə etmək üçündürsə, adamlar namaz xalçasına belə tahammül edə bilmirlər. Yəni təsəvvür edin, namaz xalçası nə olan şeydir ki, dinlə, yəni sadəcə insanlar üzərində namaz qıldıqları bir şeydir. Onu belə qəbul edə bilmirlər. Ondan dolayı insanlara həbs edilən bu günləri dövlətlər var. Yəni məsələn, Çində edilən zülmə baxsaq, Uyğurlara edilən zülmləri şahidi olsaq, yəni bunlar hamısı göz önündə olan şeylərdir. Madəm din insanları idarə etmək üçündürsə, harda görüldü bunlar? Harda insanlar bununla idarə edildi? Əksinə, bu günləri ən çox saldırılan, ən çox üzərinə baskı edilən, ən çox insanları soyutmaq istədikləri şey dindir. Əgər madəm dinlə insanları idarə etmək asan deyilsə, o zaman bizi dinlə idarə etsəydilər, demək ki, bu sadəcə boş bir iddiadan ötəyə keçəsi bir şey deyil. Dediyim kimi insanlar buraxın dinə, hətta dini xatırladan bir əşyaya belə, dini xatırladan bir xalçaya belə tahammül edə bilmirlər. Bu həqiqətən də boş bir iddiadan ötəyə keçəsi bir şey deyil ki, zaten hər iddia isbatı gərəkdirir. Madəm sən bir şey iddia edirsənsə, onu isbat etmək də sənə düşür. Bu iddianın da heç bir isbatı, heç bir əsli yoxdur. Tam tərsinə nümunələr bunun boş bir iddia olması ilə doludur yəni. Allah razı olsun. Bir başqa sual deyir ki, yəni əgər İslam haqq dindirsə, bəs niyə özünü İslama nisbət edən ölkələr geridə qalmış vəziyyətdədirlər? Buna səbəb nədir? Bu da yenə dediyimiz kimi İslamla əlaqəli olan bir şey deyil. Biz bu məsələn İslam ölkəsi demiş olduğumuz ölkələrə baxsaq, onlar həqiqətən də Allahın şəriəti ilə insanlar üzərində hökm etdilər. Həqiqətən də əllərində olan Allahın şəriəti ilə insanları idarə etdilər. Bundan dolayı mı geri qaldılar yəni? Onları geri saxlayan şey Allahın dini mi oldu? Məsələn, o bir söz var ya, bəziləri məsələn danışırsan dindən deyir ki, camaat kosmosa uçur, sən saqqaldan danışırsan. Yəni sanki onun kosmosa uçmağına mənim saqqalım mane olub. Yəni uçan ərəfədə mənim saqqalıma ilişdiyindən dolayı sanki sən nə edirsən ki, yəni sən hardasan ki, yəni. Yəni bu həqiqətən də sadəcə insanlar söz xətrinə, bir şey demək xətrinə danışırlar. Amma biz işin əslinə baxdığımız zaman həqiqətən də bu özünü İslama nisbət edən ölkələr Allahın şəriətini, yəni necə Allah əmr etmişdisə, o cür yerinə yetirdilər dəmi problemə düşdülər? Xeyr, bunu rahat bir şəkildə nümunələndirmək mümkündür. Məsələn, eyni zamanda buna bir misal verəcək olsaq, məsələn, həkim xəstəyə bir dərman yazır. Düzdürmü? Dərmanı ona, resepti ona verir. Xəstə ona riayət etmədiyi zaman, onu alıb onu içmədiyi zaman xəstə deyə bilərmi burada həkimin problemi var? Burada həkimin problemi yoxdur. Burada xəstənin özünə önəm verməməsi, özünə dəyər verməməsi var. Bu günləri məsələn biz İslam diyarları demiş olduğumuz yerlərə baxsaq, onlar özlərinə dəyər vermədilər. Yəni onlar gücü, izzəti kafirlərin yanında axtardılar. Allah möminlər bir-birlərinin dostlarıdır, möminlər bir-birlərinə qardaşdırlar dedi. Bu insanlar həqiqətən də möminləri İslam coğrafiyası bir-birlərinə qardaş mı oldular? Yox, daha ziyadə hərəsi bir tərəfdən kafirlərə meyl etdi, hərəsi bir tərəfdən onlara özlərini şirin göstərməyə başladılar. Bu zaman da Allah onlara həvalə etdi, bir-birlərinə Allah Azza və Cəllə onları musallat etdi. İndi baxırsan ki, bəzi proseslərdən sonra bu İslam coğrafiyası demiş olduğumuz yerlər bir-birlərinə isinməyə başlayıblar. Yenidən dostluq imzaları atılır, qardaşlıq imzaları atılır və s. Bu da onu göstərir ki, bu Allah Azza və Cəllənin göndərmiş olduğu, əmr etmiş olduğu nizamdan dolayı bu belə olmadı. İnsanlar tam tərsinə Allahın nizamından çıxdılar deyə bu günə düşdülər. İnsanlar Allahın qoymuş olduğu, bizə əmr etmiş olduğu yerdən uzaqlaşdıqdan sonra bu kimi şeylərə düşdülər. Yəni bunun da çox da İslamla bir əlaqəsi açıqcası yoxdur. Belə suallar verirlər ki, yəni Allahın varlığını necə sübut etmək olar? Yəni necə belə deyək, əmin olmaq olar ki, həqiqətən də Qur'anı Allah göndərib? Başa düşdüm. Bu barədəki suala necə cavab vermək olar müəllim? Ümumiyyətcə bir insan bu məsələ haqqında danışanda onun şübhələrinə cavab vermək, məsələn, buradan bizi izləyənlər olacaqlar da, onlarla ateistlər də danışır, deistlər də danışır. Əsl olan odur ki, insan bilmədiyi məsələlərdən danışmasın. Özünə müsəlman deyən insanlar işi əhlinə buraxsınlar, ya yönləndirsinlər, ya desinlər falan adamla danış. Çünki insan bir şey bilməyəndə onunla danışır, yəni əslən belə olmalı deyil. Məsələn, tutaq ki, bir ateist gəlir deyir ki, Allah varsa niyə məsələn insanlar zülm görürlər? İndi bu mövzuya da inşallah irəlidə toxunarıq. Yəni niyə Allah varsa filan şey olur? Niyə filan məsələ var? O qarşıda olan müsəlman da onu savunmağa başlayır. O məsələni müdafiə etməyə başlayır, amma bu kökündən yanlış olan bir şeydir. Bizim etməmiz gerəkən şey onu təmələ aparmaqdır. Yəni sən inanmadığın bir Allahın ədalətindən niyə mənə danışırsan ki? Sən inanmadığın bir Allahın ədalət və ya rəhmət və ya məğfirət bu şeylərə sənə bir adiyyəti yoxdur. Sən birincisi biz gəlməliyik bir masa arxasına. Oturmalıyıq, hələ görək sən inanırsanmı, inanmırsanmı? Yəni bu məntiqli bir şey deyil. Mən hər zaman deyirəm, bir insan bir şeydən nə qədər çox danışırsa, o şey onda yox. Yəni bu ateistlərə baxsaq, hər zaman məntiq, amma danışdıqları heç bir şeydə məntiq tapa bilməzsiniz. Yəni məntiq olaraq insanlardan tələb etmiş olduqları şey nədir? Bu şübhə. Baxırsan ki, bu şübhələrin heç birisi Allahın yoxluğuna dəlalət etmir axı. Vələv ki, haşa, bunu belə saysaq ki,
İnsanlar ölür, Allah buna müdaxilə etmir. Uşaqlar, körpələr əziyyət çəkir, Allah buna müdaxilə etmir. Sənin pəncərəndən baxanda bu zülmdür, Allah zülmə müdaxilə etmədi və s. və s. Tamam, bu Allah yoxdurmu deməkdir? Nə əlaqəsi var ki, yəni? Yəni bu nəyə bənzəyir? Düşün ki, bir ölkədə ən uzun misallar Allaha aiddir. Bir ölkədə bir rəhbər var, insanlara zülm edir, insanlara əziyyət edir. Mən bütün bu zülmləri izlədikdən sonra deyirəm ki, sizin ölkənin rəhbəri yoxdur. Absurd bir şeydir. Belə bir şey ola bilərmi? Yox. Heç bir əlaqəsi yoxdur. Bunlar da bəzi şeylər danışırlar, bəzi şübhələr ortaya atırlar və o şübhəni bağlayırlar Allah yox deyə. Heç bir əlaqəsi yoxdur. Ona görə bunları aparmalıyıq təmələ. Hələ bir sən görək, Allaha inanırsanmı? Allaha, yəni o bizi yaradan, var edən Allah Subhanahu va Taala biz buna belə inanırıq. Sən nə inanırsan? Səni kim yaratdığına inanırsan? Hələ bir o məsələləri müzakirə edək. Sonra bizi yaradan ədalətlidirmi, zalımdırmı, haşa, rəhimlidirmi, mərhəmət sahibidirmi? Bu ikinci bir məsələdir. Ona görə bu insanları bütün bu şübhələrinə cavab vermədən öncə bunları aparmalıyıq bir təmələ. Çox bəsit misallarla. Yəni bunun üçün çox mürəkkəb, çox uzun danışmağa açıqcası ehtiyac yoxdur. Baxın, bu olduğumuz otaqda qardaşlar bizim üçün hazırlıq görüblər, işıqlandırma ediblər, kamera qoyublar və s. Yəni mən bunu iddia etsəm ki, qardaş, burada heç kim heç bir iş görmür. Yəni biz qapını açdığımız zaman, yəni burada biz əşyaları gətirmişik bura, qoymuşuq bura, kameranı, heç birini qutusundan dahi açmamışıq. Biz qapını bağlayırıq, açırıq, içəridə bir partlayış olur, hər şey öz yerini tapır. Hani bunlar iddia edirlər, kainat bu şəkildə əmələ gəldi, böyük bir partlayış oldu və bu partlayışın sonucunda hər şey nizama düşdü, hər şey normalda partlayışlar xaos gətirir. Yəni bu otaqda Allah eləməsin bir partlayış olsa, yəni bura düzələrmi, dağılarmı? Dağılar. Yəni bunların iddiası budur ki, partlayış bir xeyir gətirdi. Bir təsadüf nəticəsində. Bu təbii ki, onların iddiaları da müxtəlifdir. Hər biri eyni şeyi iddia etmir. Ziddiyyət içərisindədirlər, özləri də ixtilaf ediblər. İndi burada bir məsələ ortaya çıxır. Bu partlayış səni qəbul etsək ki, xeyir gətirdi. Bir dəfə bir nizam qurdu. Yəni halbuki biz bunu bu otaqda belə qəbul edə bilmərik ki, partlayış oldu, hər şey nizama düşdü. Tamam, bu otaqda olmadı, amma kainatda oldu. Bu təsadüfə sən bizi inandırdın bir şəkildə. Amma təsadüf bir dəfə olan bir şeydir. Yəni ola bilərmi ki, bir şey əmələ gəlsin və durmadan davamlı bir şəkildə o nizamla, intizamla yer, göy, kainat, planet, ay, ulduz, günəş, uşaqlar dünyaya gəlməsi, hüceyrələr ölməsi, dirilməsi, insan, yəni bunların hamısı necə? Yəni təsadüf bir dəfə olardı, bitərdi məsələ, amma davamlı hər gün milyonlarla hadisənin baş verməsi onu göstərir ki, bunlar təsadüf ola bilməz. Yəni sən buna təsadüf desən, sən buna kainat desən, sən buna təbiət desən, nə desən altında əzilib qalacaqsan. Yəni bunu var edən mövcud, yəni varlığı zəruri olan bir varlıq olması lazımdır. Yəni kainatın varlığı zəruridir deyil, təbiətin varlığı zəruridir deyil, zəruri bir varlıq bunu etməsi gərəkir. Və biz bu şeyləri gördüyümüz zaman, bax məsələn bu otağa baxsaq, gözəl bir mənzərə var, gözəl bir hazırlıq var. Bizim etməmiz gerəkən şey nədir? Məsələn bu otağa baxdığımız zaman ilk ağlımıza gələn şey nədir? Buranı dizayn edən qardaşlar zövqlüdülər, işi bilirlər, işin əhlidirlər və s. Onların sifətləri bizdə açığa çıxır. Vələv ki, biz onları görməsək də, onları tanımırıq, onları görməmişik, onları bilmirik. Yəni ilk bizə təəssürat bağışlayan şey onların bütün bu sifətləri ortaya çıxır. Biz yer üzərinə baxdığımız zaman, insana baxdığımız zaman, nəfsimizə baxdığımız zaman bizi xəlq edən kimdirsə, X qoyuruq, X bir şəxs, onda açığa çıxan sifətlər var. Mütləq bilgiyə sahib olmalıdır. Elm sahibi olmalıdır. Eyni zamanda hakim olmalıdır. Eyni zamanda yəni mərhəmətli olmalıdır. Eyni zamanda yəni bütün nə qədər ki gözəlliklər var, nə qədər ki insan o baxdığı zaman mənzərənin arxasında mütləq bilən, mütləq hikmət sahibi olan, yəni bütün bu mütləqləri vermiş olduğumuz bir varlıq olmalıdır. O da aləmlərin Rəbbi olan Allahdır. Biz bunu iddia edirik. Sən isə başqa şeylər iddia edirsən, nə iddia etsən altında əzilib qalacaqsan. Dolayısıyla sən bunu qəbul etdikdən sonra ki, bir X şəxsdir, hələ mən ona Allah demirəm, hələ mən ona Rəbb demirəm, X bir şəxsdir. Həmin o X demiş olduğumuz sifətlərini bildiyimiz, sifətlərini bir-birimizə danışmış olduğumuz ki, bundan yəni labüddür ki, bu şeylər olsun. İndi baxmamız gərəkir. X bir şəxs demiş olduğumuz heyvanları yaratdı, həşəratları yaratdı, böcəkləri yaratdı, insanlığı yaratdı, kainatı yaratdı və heç bir şeyi də boşu-boşuna buraxmadı. Yəni məsələn kainatda bu riyazi xəta olmayacaq şəkildə ən belə minimum yəni ən belə balaca bir xəta olmayacaq şəkildə yer üzəri bir nizamla, intizamla davam etməkdədir. Çox gözəl. Yer üzərində böyük mürəkkəb məsələlər belə öz axarında gedir. Ən balacasına düşürük. Arıya belə Allah bizim ifadəmizlə, onların ifadəsi ilə bizi yaradan kimdirsə, arıya belə bir nizam təyin etdi. Yəni arı hardan biləcəkdir ki, hara gedəcək, necə çiçəklərin üzərindən bir şeylər götürəcək,
mən insan oğlu üçün bal şəfa olacaq, bal hazırlayacaq. Arıya belə bir nizam qoydu. Arının nizamdan çıxartmadı. Necə oldu ki, bütün hər bir şeyə bir nizam var. Bizi yaradan, mən indi Allah demirəm, onlar ta ki o yerə gəlib çatana qədər. Yəni bizi yaradan hər kimdirsə, bir nizam təyin etdi, amma insan oğluna nizam vermədi. Məsələn, deistlərin belə bir iddiası var. Allah insanları başıboş buraxdı deyir. Yəni sizin iddia etdiyiniz Allah, tamam bizi yaradan var deyirlər, amma bizi başıboş buraxdı. Necə ola bilər? Arını belə başıboş buraxmadı. Kainatı başıboş buraxmadı. Ən təhlükəli varlıq olan insanı necə başıboş buraxdı? Yəni bu ola bilərmi? Hansı məntiqə sığır? Mümkün deyil belə bir şey. Demək ki, məntiqlə gedib çıxacağımız yer bizi yaradanın bizə bir yol göstərməsi lazım idi. Bizə bir nizam təyin etməsi lazım idi. Yəni ən bəsit şeyləri belə insan alanda, məsələn bu aksesuarı aldığımız zaman onu necə istifadə edəcəyimizlə bağlı bir kağız parçası gəlir içərisində, bir kitabça gəlir içərisində. Bir paltar alırsan, onu necə yuyacaqsan, korlanmasın deyə necə istifadə edəcəksən və s. dərəcəsini hansı suda, neçə dərəcədə, o belə kitabça formasında gəlir bir paltarın içərisində. Necə ola bilər ki, insan yaradıldı, İnsan yer üzərinə göndərildi. Lakin onun heç bir kitabçası olmadı. Bizim mütləq bir kitabımız olması lazımdır. İndi deyək ki, hər kəs bir kitab iddia edə bilər. Hər kəs bir şeylər danışa bilər. Bizim önümüzə qoyulan kitab nədir? Qurani-Kərim. Biz indi bunu bildikdən sonra, bu aşamaya gəldikdən sonra, o aşamadan bu aşamaya keçdikdən sonra axtaracağımız bir şey var. Çünki digərlərini axtardıq. Digərlərini baxdıq ki, bundan başqa bizim bir yolumuz, bundan başqa bir yolumuz yoxdur. Bizi xəlq edən kimdirsə, bizə bir yol göstərəcək olan bir şey göndərməsi lazım idi. Açırıq önümüzdə olan Allahın kitabına. İndi bizə lazımdır bu kitabın doğruluğu və ya yanlışlığı. Açdığımız zaman, baxdığımız zaman bir kitabın içərisində olan möcüzələri bir kənara qoyuram, onlardan bəhs etməyəcəm ki, kitabımızın içərisində də onlar var. Ki bunu Peyğəmbərimizin Muhammed sallallahu aleyhi və səlləmin o günün şərtlərində oxuma yazma bilməyən birisinin bunları öncədən bilməsi, bunları kitaba alması, hətta bir misal verəcək olsaq, məsələn, Rumluların qələbə çalması. Bunu Muhammed o günün şərtlərində elə bir il aralığında istifadə edir ki, yəni 3 ilə 7 il arasında Rumlular qələbə çalacaq. Və həqiqətən də o Peyğəmbərimizin Muhammedin sallallahu aleyhi və səlləmin xəbər vermiş olduğu şey gerçəkləşir. İndi düşünün ki, gerçəkləşməsəydi nə olacaqdı? Yəni Muhammed bir şey dedi və o yəni insan özünü belə bir təhlükənin altına atarmı? Yəni göydən vəhiy almayan birisi, əmin olmayan birisi belə bir təhlükəyə özünü ata bilərmi? Mümkün deyil. Yəni məsələn və yaxud da baxdığımız zaman görürük ki, Allah Azza və Cəllə öz kitabında Peyğəmbərin dilindən bizə bir şeyi Əbu Ləhəbin əlləri qurusun deyir və qurudu da. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əbu Ləhəbin iman etməyəcəyini xəbər verir. Ya Əbu Ləhəb çıxıb desəydi ki, mən iman etdim. Məqsəd Muhammedi yalanlamaq, Muhammedin gətirdiklərini inkar etmək, Muhammedi insanların gözündən salmaq edə bilərdimi? Edə bilərdi. Rahat bir şəkildə, bax sizin Peyğəmbəriniz göydən vəhiy aldığını deyir, mənim iman etməyəcəyimi deyir, amma mən iman etdim. Yəni sırf bunun üçün belə etmiş olsaydı, amma insan belə bir riskə gedə bilərmi? Gedə bilməz bir insanın sağlığındaykən. Eyni zamanda biz baxırıq, Peyğəmbərimiz bütün müşriklər arxasınca qaçıb gəliblər, onu öldürəcəklər, belə bir fərman imzalanıb. Mağaradaykən öz dostuna, necə bu da Qurani-Kərimin ifadəsidir, öz dostuna deyir ki, qorxma, Allah bizimlə bərabərdir. Yəni bu necə bir yəqinlik olmalıdır? Yəni Muhammədi orada öldürsələr, danışmış olduğu, etmiş olduğu hər bir şey sallallahu aleyhi və səlləm bitmiş olacaq. Elə bir yəqinlikdədir ki, elə bir arxayınlıqdadır ki, 300 nəfərlik bir ordu ilə 1000 nəfərlik ordunun qarşısına çıxır. Yəni burada bir dünya mənfəəti ola bilər. Savaşmış olduğu savaşlarda ön safdadır. Yəni belə bir rəhbər, yəni bir insana bir şeyi uydurdu deməyimiz üçün, yəni məsələn iddia edirlər ki, Muhammed bunu özü uydurdu və ya uydura bilməzmi sual verirlər. Bir insanın bir şeyi uydura bilməsi üçün onun altında müəyyən səbəblər olmalıdır. Muhammed bunu nə üçün uydurdu? Yəni faydası nə idi Muhammedə? Aleyhissalatu vesselam'a olan Qurani-Kərimdə yönəlmələrə baxaq. Quranda ən az adı çəkilən peyğəmbər Muhammeddir. Yəni mən bir kitab uyduracam, haşa, içərisində ən az öz adımı zikr eləyəcəm, belə bir şey mümkün deyil. Və yenə baxırıq, Allah öz peyğəmbərinə hətta deyil onun zahirdə etdiyi xətalar, məsələn, qaşqabağını tökdü ayəsi var. Yəni bir peyğəmbər Allahdan vəhiy alır, insanlara bunu belə çatdırıb, özü kitab uydurur, haşa, Muhammedə nazil olan ayətlər, Muhammedə özü uydurması heç bir məntiqə sığmır. Buna Rasulullah sallallahu aleyhi və səlləmə mütləq ayələr nazil olması lazımdır. Hətta zahiri olan şeyləri bir kənara buraxırıq. İçində keçirmiş olduğu şeylərə dair Allah ayələr nazil edir. Biz sənin içindən keçənləri bildik. Sən onlara meyl etsəydin belə olardı, sən onlara meyl etsəydin belə olardı. Yəni bu onu göstərir ki, bu Muhammedin özünün uydurması, sən bir kitab uyduracaqsan və durmadan Rəbbindən özünlə bağlı etmiş olduqların və içindən keçirdikləri ilə bağlı bir uyarı alacaqsan və sərt bir şəkildə uyarı alacaqsan. Və həmçinin baxırıq,
Muhammedin sallallahu aleyhi ve sellemin həyat yoldaşına, Ayşə anamıza, möminlərin anasına nə edildi? Zina etdi, iftirası atıldı. Zina etdi, iftirası atılanda onun təmiz olması ilə bağlı olan ayələr tam 40 neçə gün sonra nazil oldu. Yəni bir ayın üzərində bir müddətdə onun təmiz olması ilə bağlı ayələr nazil etdi. Gedib biraz araşdırma etsək, görərik ki, Allah Rəsulü o dövrdə sıxıldı, daraldı, müşriklər üstünə gəldilər, münafiqlər üstünə gəldilər, özü nə edəcəyini bilmədi. Özü bir kitab uyduran bir insan 40 neçə gün bunu uzadarmı yəni? Mümkündür belə bir şey. Yəni 3 gün sonra, 5 gün sonra, 1 həftə sonra, 10 gün sonra, 15 gün sonra təmizə çıxardardı. Niyə bu qədər sıxıntını, bu qədər darlığı, bu qədər məşəqqəti üstünə aldı? Demək ki, bu peyğəmbərin özünə aid olan, özünün haşa qələmə ala biləcəyi, özünün uydura biləcəyi bir şey deyil. Bunların hamısı, yəni biz baxsaq, görsək onun həyatına, onun etmiş olduğu şeylərə gözünü qırpmadan ön safdadır döyüşdə. Yəni belə bir rəhbər varmı ki, yer üzərində bir nümunə göstərə bilərsiniz? Hər döyüşdə ön safda olsun. Hər döyüşdə ön safda olsun və yaralansın, üzü qan içərisində olsun, dişi qırılsın və s. mümkün deyil. Bunun sadəcə bir adı var, göydən vəhiy alması, başqa da bir adı yoxdur. Və həmçinin biz baxırıq Muhammedin gətirib insanların önünə təqdim etmiş olduğu Quran insanlara meydan oxuyur. Yəni oxuma yazma bilməyən bir insan şairlərin önündə ki, zaten o günün şairləri necə bir ifadə var, onların şeirləri qılınc gücündən daha ağır idi. Yəni qılınc yarası sağalar, söz yarası sağalmaz. Yəni bunların sözün kökü zaten oradan o şairlərdən çıxma bir şeylərdir. Biz baxdığımız zaman oxuma yazma bilməyən birisi bu qədər şairin qarşısına çıxıb əgər dediyinizdə doğrusunuzsa falan əməl edin, əgər dediyiniz doğrudursa falan şey edin və yaxud da mənim gətirdiyimin bir bənzərini gətirin, bir Quran gətirin, bir surə gətirin, bir ayə gətirin. Yəni bu qədər açıq bir şəkildə meydan oxuya bilərmi? Mümkün deyil. Bu meydanı oxumaq üçün bir insanın mütləq göydən vəhiy alması və gətirdiklərinin də Allah tərəfindən olması lazımdır ki, insan bu şəkildə rahat bir şəkildə meydan oxuya bilsin. Ona görə bizi yaradanın var olması, kitabın əlimizdə haqq olması, Muhammedin haqq olması sadəcə bir insan içərisində olan o bütün, yəni bir məsələyə yaxınlaşma tərzi var. Mən gəlirəm, istehza üçün gələn insan, ələ salmaq üçün gələn insan, sən ona nə danışsan istehza eləyəcək. Sən ona nə anlatsan, danışdıqların %100 doğru da, hətta içindən bir səs bəlkə doğru danışır desə də onu da bastıracaq. Amma həqiqətən bir insanın məqsədi, qayəsi araşdırmaq, haqqı tapmaq, doğrunu tapmaq olsa, zaten bu mənim danışdıqlarım Allahın kitabından var olan, çox cüzi olan məsələlərdir, çox cüzi olan mövzulardır. Allahın kitabı möcüzələrlə doludur. Allahın kitabı haqq olduğuna dair Allah Azza və Cəllənin kitabı, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin üzərinə vəhiy gələn kitab hikmətlərlə, möcüzələrlə, faydalarla doludur. Amma insan baxış tərzini düzəltməsə, o faydaları görə bilməz. İnsan baxışını düzəltsə, zaten Rəbbini də tapacaq, Rəbbinin göndərdiyi peyğəmbərləri də tapacaq, onların gətirmiş olduğu haqq dini də tapacaq. Ona görə bir ateistlə, deistlə fərq etməz. Danışdığımız zaman onları özə qaytaracaq, o sıfırdan başlayaraq binanı inşa edəcək. Amma onların oyununa düşsək, üstdən başlasaq, o zaman heç bir fayda əldə etmiş olmayacaq deyə bilərəm. Allah razı olsun müəllim. Hətta məşhur siyar yazarı var, Muhammed Həmidullah deyə. Onun bir sözü var. Deyir ki, bir insan deyir, İslamın haqq din olduğunu bilmək üçün Həzrət Peyğəmbərin həyatına baxmağa kifayət edər. Yəni onun kasıblıq dövrü də var, zənginlik dövrü də var, Məkkə dövrü də var, Mədinə dövrü də var. Yəni heç bir dəyişiklik yoxdur. Yəni eyni yolla, eyni dəstxətlə gedir. Ona görə kifayətdir ki, bir insan Peyğəmbərin həyatına baxsın və onun üzərindən iman etsin. Bir başqa sual, bəziləri deyirlər ki, yəni Allahın varlığı kimi böyük bir məsələni bu qədər sadə üsullarla izah etmək, yəni olarmı yəni? Mümkündürmü ki, yəni belə bir şey gündəlik misallarla izah olunsun? Doğrudan da Allahın varlığının dəlili bu qədər sadədir. Deməli, yenə qaydaq məntiqə, məsələn, örnək verirəm, bir dəlilin sadə şəkildə izah edilə bilməsi onun zəif olduğu anlamına gəlmir. Məsələn, 2 + 2 4 eləyir. Yəni bunu nə qədər mürəkkəb izah edə bilərəm ki, əksinə bu onu göstərir ki, Allahın nazil etmiş olduğu din o qədər sadədir ki, səhrada yaşayan bir nənə də bunu başa düşə bilər. Az öncə oxuduğunuz professorlar da bunu başa düşə bilər. Yəni bu qədər sadə bir məsələdir. Yəni bəzən ən fundamental həqiqətlər çox sadə prinsiplərlə izah edilə bilir. Yəni və yaxud da çox sadə prinsiplərə əsaslanır. Yəni bu o deməkdir ki, onlar yəni yoxdurlar və yaxud da zəifdirlər. Xeyr. Dediyim kimi 2 + 2 bərabərdir 4. Və yaxud da məsələn məntiqdə ziddiyyət qanunu var. Yəni məsələn bir şey həm özünü təsdiq edib, həm də inkar edə bilməz. Yəni bu çox sadə bir şeydir, düzdürmü? Yəni 2 kəlmə ilə izah edilə biləcək bir şeydir. Və yaxud da bir ölü görürük, deyirik ki, bu ölü
bir zamanlar diri idi. Bu qədər sadə bitdi. Yəni Allahın dini də bu qədər sadədir. Onlar niyə uzun danışırlar? Onlar niyə çox danışırlar? Çünki danışdıqlarının bir fundamenti yoxdur. Yəni onlar danışdıqları şeyi, yəni o qədər izah etmək məcburiyyətində. Bizim üçün bu qədər sadə. Gördün, iman gətirdin, bitdi mövzu bu qədər sadədir. Allahın kitabını açdın, baxdın, iman gətirdin, kitabın haqq olduğunu gördün. Bu kitabın möcüzələrlə dolu olduğunu gördün. Bu kitabın Muhammedin uydurması yəni olması mümkün deyili anladın, başa düşdün. İçərisində 1400 ildə bütün kafirlər Muhammedə düşmən olmağına rəğmən bu kitaba saldıra bilməyiblər. Allah bu kitabı qoruyacam dedimi? Qorudu. 1400 ildə bu kitab qorunur. Sadəcə bu vədi göz önündə tutsaq, Allah kitabını qorudu. Yəni 1400 ildə qorunan, 1400 ildə səhifələrlə qorunmur. Bütün dünyada kafirlər belə bir qayda çıxartsalar ki, Quran ortadan qalxsın, Quranı yandırsalar, dünyada milyonlarla olan hafizlər var. İnsanlar Allah onu insanların sinəsində qoruyub. Bizim üçün məsələ bu qədər sadədir. Dediyim kimi, onların çox danışmasının səbəbi ondan dolayıdır ki, hər gün canlı açmalarının səbəbi ondan ibarətdir ki, hər gün insanlara 2 saat, 3 saat danışmalarının səbəbi ondan ibarətdir ki, danışdıqlarının bir tutarı yoxdur. Yəni normalda insan necə yaradılıq bir varlıqdır? Çox sadə anlatarsan, anlayar, başa düşər məsələni. Bu stəkan da bu su içmək üçündür, bu mikrofonda danışmaq üçündür. Bu qədər sadədir. Amma mən sənə mürəkkəb şəkildə, yəni bizim bir ifadə var. Yəni mən axmaq adam deyiləm ki, düzdürmü? Yəni bizim bir adama çox şey danışanda və ya təkrar deyəndə ki, başa düşdünmü, başa düşdünmü, başa düşdünmü? Yəni türklərin bir şeyi var. Yox, biz geri zəkalı deyil. Yəni məsələni anladıq. Yəni bu qədər sadə olan şeyləri əslində çox izah etmək, saatlarla danışmaq, mürəkkəbləşdirmək biraz da insanları əslində təhqir etməkdir. Bunlar da onu edirlər öz ateistliklərinə, öz dinsizliklərinə. Ona görə insanlara anlatırlar ki, zaten iddia edirlər, siz cahilsiniz, siz üzr istəyirəm ifadəmə görə belə də deyirlər, yəni qoyun sürüsü söz və s. insanları təhqir də edirlər. Normalda İslamı əxlaqsızlıqla ittiham edən insanlar qarşısında etdiyi çıxış da bundan fərqli bir şeydir. Ona görə çox sadədir. Birisi belə bir iddia etdiyi zaman Allah böyükdürsə onun dəlili də böyük olmalıdır. Allah böyükdürsə onun dəlili də mürəkkəb olmalıdır. Belə bir şey yoxdur. Sadə dillə, rahat bir şəkildə bu əslində fitrətə uyğun olan da dediyim kimi budur. Doğrusunu isə Allah bilir. Çox qəşəng ifadə elədiniz. 200-4 sadədir. Yəni belə də olmalıdır. Mənim belə bir sual verirlər ki, bəlkədir insanlar əvvəllər bilmədiklərindən dolayı, elm inkişaf etmədiyindən dolayı fövqəladə təbii hadisələri Allahla açıqlayırdılar. Müasir dövrdə elm inkişaf etdiyi üçün deyir, artıq buna ehtiyac olmayıb. Bu əslində doğru bir iddia deyil. Çünki bizim onlara verdiyimiz sual nəyin necə olması deyil, niyə olmasıdır. Yəni necə ilə niyəni hələ bir-birindən ayırd edə bilmirlər. İnsanlara anlatdıqları şey və bizə verdikləri sual. Yəni bu çox həqiqətən də absurd olan bir şeydir. Yəni biz insanlara yəni bir məsələnin necəliyini, yağış necə əmələ gəlir, ulduzlar necə yaranır, planetlər necə hərəkət edir və yaxud da genetik məlumatlar necə əldə edilir və s. biz bunları soruşmuruq. Yəni biz deyirik ki, bunlar niyə var? Yəni sən mənə yağışın necə yağdığını izah eləyə bilərsən, elm bunu izah eləyə bilər. Amma elmin bunu izah etməsi yaradanı ortadan qaldırmır. Yəni sən mənə bu mikrofonun necə işlədiyini anlata bilərsən, amma bunun mühəndisini ortadan qaldırmayacaq bu. Anlata bildim, yəni nə demək istəyirəm? Yəni bu həqiqətən də yəni başa düşülməsi əslində sadə olan bir şeydir. Məsələn, örnək verirəm. Mənim önümdə bir tablet var. Buna baxıram, deyirəm mən sənə bunu necə işlədiyini izah eləyəcəm. Açıram içərisini, deyirəm bu sxemdir, ekrandır, ekran işıqlanması buradan alır, elektrikini buradan alır, tokunu buradan alır və s. Sonuç sonra da deyirəm ki, bunun mühəndisi yoxdur. Nə əlaqəsi var ki, bunun necə işlədiyini mənə izah etməyin, onun mühəndisini məgər ortadan qaldırır? Qaldırmır. Əksinə, insan onun necə işlədiyini gördüyü zaman yaradanın dünyada olan işləri necə, yəni dünyalıq olan bir şeydə belə biz baxırıq bunu açdığımız zaman sxemasına, ekranına və s. deyirik ki, adam nələr düzəldib. Adamlar nələr eləyirlər. Adam bir dənə maşın düzəldib, içində şofer olmadan maşın irəliləyir. Yəni sən o maşını gördüyün zaman maşının necə işlədiyini başa düşəndən sonra məgər mühəndisi inkar edirsən? Əksinə, mühəndisə sən daha da təəccüblənməlisən ki, necə bu sistemi qurub, necə bunu düzəldib, ortaya çıxardıb. Buna təəccüb eləyən insanlar bu qədər kainata, insana, özünə, nəfsinə baxıb təəccüb etməməsi həqiqətən də çox ağla sığmaz bir şeydir. Dediyim kimi, xülasə budur ki, biz bir şeyin necəliyini yox, niyə olduğunu soruşuruq. Yəni, necəliyini biz bilirik və yaxud da elm gəlir, bizə izah edir, başa düşürük. Amma niyə sualını sən ölənə qədər də sənə möhlət versək, sənə qiyamət gününə qədər də möhlət versək, sən o niyə sualını bizə gətirib çıxarda bilməyəcəksən, amma biz rahat şəkildə insanlara bunun niyə olduğunu izah edə bilirik. Belə bir məşhur bir ifadə var. Deyirlər hər bir şeyin avarası olduğu kimi fikrin də avarası olur. Bunlar təəssüf fikrin avaralarıdır. Keçən bölüm Quran və Peyğəmbərliyi haqqında məşhur bir şübhə var ki, hansı ki, Peyğəmbər oğulluğu Zeydin xanımına bir sevgi bəsləyirdi bu mənada deyə bir iftira var.
Ümumən Zeyd və Zeynəb məsələsi, peyğəmbərin Zeynəb anamızla izdivacı bu barədə İslam nə deyir bizə? Birincisi, bir insan bir məsələni insafla ələ aldığı zaman o məsələnin pərdə arxasını mütləq incələməlidir. Yəni əgər bir insan bir şeyin həqiqətini istəmirsə, orada bir şeydən tutur və o tutmuş olduğu şeydən də insanlara özü sağını bəzəyir, solunu bəzəyir, önünü, arxasını bəzəyir, anlatır. Bu insafdan deyil. Yəni biz bunu hətta öz dinimizdən olmayan birisinə belə bunu edə bilmərik. Hətta bir ateist olsun, onun etmədiyi şeylə onu ittiham etmək, onu töhmət altında saxlamaq bu çox da insaflı olan bir şey deyil. Hələ milyardlarla insanın sevmiş olduğu önümüzdə bir şəxs var, bir lider var. Siz təsəvvür edin ki, o günləri Muhammedə bundan dolayı etiraz edəcək qarşısında bir kütlə var. Məkkəlilər var, müşriklər var. Bu durumu dilə gətirəcəklər. Bu durumdan dolayı Muhammedə incidəcəklər ki, biz ayətin, daha doğrusu bir bu məqama gəlim. Zeynəb peyğəmbərimizin heç tanımadığı birisi idimi, yoxsa tanıdığı birisi idimi? Mühüm olan buna baxmaq lazımdır. Yəni haşa, Zeynəbi Muhammed sallallahu aleyhi və səlləm bir anda gördü mü onu tanıdı? Yəni yox, Muhammedin zaten qohumuydu sallallahu aleyhi və səlləmin gördüyü, tanıdığı, bildiyi bir kimsə idi Allah Rəsulunun. Yəni belə olduğu halda belə bir şey yaratmaq ki, sanki Muhammed onu gördü, ondan sonra onu bəyəndi, sonra və s. və s. Bu həqiqətən də çox çirkin bir iddiadır. Çünki insan tanıdığı bir insanı, gördüyü bir insanı ki, zaten biz ayətin özünü incələdiyimiz zaman Zeyd gəlib yoldaşı ilə bağlı Muhammedə sallallahu aleyhi və səlləmə bir şey dediyi zaman Allahın Rəsulu ona deyir ki, Allahdan qorx, zövcəni yanında saxla. Təsəvvür et, zaten bu ayədə olan bir şeydir. Gör, heç insanlara bu hissəsindən bəhs edən var. Görün, heç insanlara bu hissəsini önə çıxardı. Baxın, burada belə bir ibarə də var, burada belə bir məsələ də var. Əksinə, Peyğəmbərimiz Zeydə Allahdan qorx, zövcəni yanında saxla deyə nə etmişdir? Ona tövsiyədə bulunmuşdur. Bəlli bir yerdən sonra biz buna etiqad edirik, biz bunu bilirik ki, Peyğəmbərimiz sadəcə Qur'anla, yəni sadəcə Qur'an vəhiy yolu deyil. Yenə Allah Azza və Cəllənin öz Peyğəmbərinə vəhiy etdiyi, Peyğəmbəri ilə danışdığı, məsələn, bunlardan biri qudsi hədisləri olsun və s. İndi o mövzulara girmirəm. Yəni sadəcə vəhiy aldığı, yəni bizim əlimizdə olan Qur'anla bağlı bir məsələ deyil. Bu ayrı bir mövzudur, ayrı bir elmi məsələdir. Hər bir halda Peyğəmbərimizə Allah Azza və Cəllənin burada dediyi bir ifadə var. Allahın aşkar edəcəyi şeyi deyir, insanlardan gizlədirdin. Allahın aşkar edəcəyi şeyi insanlardan gizlədirdin. Allah Azza və Cəllənin aşkar edəcəyi şey nə idi? Allah Azza və Cəllənin aşkar edəcəyi şey Peyğəmbərin qəlbində olan bu məsələnin qorxusuydu. Yəni, çünki o dönəmdə birincisi onu da qeyd etmək lazımdır ki, Zeyd Peyğəmbərimizin oğlu deyildi. Oğulluğa götürmüş olduğu birisi idi. Yəni, məsələn, bu iki şey arasında böyük bir fərq var. Ərəb toplumunda necə idi? Sən bir insana deyəndə ki, sən mənim oğlum kimisən, artıq bitdi, o səndən miras da alırdı, ondan sənə miras da keçirdi, artıq onun yoldaşı sənə gəlin kimi və s. İslam bu şeyi ortadan qaldırdı. İnsanlarda böyük bir məşəqqət var, insanlarda böyük bir problem var. İslam bu şeyi ortadan qaldırdı və Peyğəmbərə də dedi, sənin qəlbində bu şeyin aşkara çıxmasından sən ehtiyat edirdin, bunu istəmirdin. Amma Peyğəmbərimizin istəmədiyi şey nə idi? Əgər haşa bir Peyğəmbər bir kitab uydurduğu zaman belə bir şey uydura bilərmi? Mənim qəlbimdə bir qadına sevgi var. Yəni Rəbbim də onu, yəni gör necə ziddiyyətli bir şeydir. Yəni bir tərəfdən deyirik ki, Muhammed bunu özü uydurdu. Bir tərəfdən də deyirik ki, yaradan Muhammedi belə bir məsələdə qınadı. Belə bir absurd bir məntiqsizlik ola bilərmi yəni? Madəm mən bu kitabı uydururamsa, niyə içimdə bir qadına sevgi olduğunu Rəbbim tərəfindən haşa? Demək ki, burada qadına sevgi məsələsi deyildi. Muhammedin sallallahu aleyhi və səlləmin qorxduğu məsələ elə bu məsələ idi ki, insanlar onu qınayacaqlar, insanlar onu töhmət altında saxlayacaqlar. Buna rəğmən yenə bizim imanımız bir məsələdə artır ki, Muhammed bunu istəməsə də, göydən üzərinə vəhiy gəldimi, sən istəməsən də o vəhiyi insanlara çatdıracaqsan. Yəni Allahın sənə bildirmiş olduğu şeyi insanlara çatdıracaqsan. Məsələ bu qədər sadədir əslində. Sadəcə məsələni o dediyim kimi ziddiyyət tərəfi ki var. Bir tərəfdən deyəcəksən ki, Muhammed uydurub, bir tərəfdən deyəcəksən ki, Muhammedin qəlbində olan qadına sevgiyi yaradı. Yəni hansı birini qəbul edək? Yəni ikisindən biri doğru olmalıdır da. Yəni əgər ikisi də doğru ola bilməz, ikisi də bir-birinə zidd olan şeylərdir. Demək ki, Muhammedin öz oğulluğunun boşandıqdan sonra, yəni ona tövsiyədə də bulundu, onu uyardı da, onu çəkindirdi. Boşandıqdan sonra evlənməsi bu ilahi bir səbəb idi. Allah Azza və Cəllənin bir hikmətə dayalı olan bir məsələsi idi. Bunu da Allah Resulü Aleyhisselatü Vesselam'a bu şəkildə izafə etmək həqiqətən də dediyim kimi böyük bir insafsızlıqdır. Hətta bu məsələni, sonda bir məsələni xatırlatmaq istəyirəm. Türklərin bir yaxşı bir sözü var, deyir, dinimə sövən müslüman olsa var. Yəni həqiqətən də bizim Peyğəmbərimizə dil uzadan insan, o Peyğəmbər ki, Muhammed sallallahu aleyhi və səlləm evlilik etdiyi qadınlara baxsaq, rahat bir şəkildə görmək olur ki, sadəcə gənc olaraq evləndiyi Ayşə anamızdır. Digər qadınları ya uşaqlı,
Ya bəziləri 6 uşaqla, bəziləri 9 uşaqla, bəziləri ortada qalmış, himayəyə ehtiyacı olan yaşlı qadınlar və s. Halbuki Muhammed hansı qapıya getsəydi, istədiyi gənc bir qadınla evlənə bilərdi. Yəni onu elə bir şəkildə ətraf sevir ki, onu elə bir şəkildə əshabı sevir ki, buna yox deyəcək ikinci bir kimsə yoxdur. Əksinə insanlar bunu özləri üçün bir şərəf bilirlər. Yəni belə bir rəsul var ortada, belə bir peyğəmbər var. Hansı ki, Yəhudilər bir qadına sataşdıqları zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm elə bir iffət sahibidir ki, o qadın üçün ordu çıxardır. Elə bir iffət sahibidir ki, evinin önündən birisi keçdiyi zaman, onun evinə baxdığını düşündüyü zaman həmən ona müdaxilə edir. Yəni belə bir peyğəmbər var, belə bir rəsul var və onun qarşısında ona dil uzadan insanlar var və o insanların həyatlarını incələsək, onların həyatlarına baxdığımız zaman, məsələn, o kitabda var, rahat bir şəkildə görmək olar, ateistlərin belə məşhur ifadələri var. Hətta bunların başında olan insanların, bunların öncüsü olan insanların deyirlər ki, zaten bunu demələri də onlar üçün normaldır. Məsələn, deyir ki, əgər bir xəstəlik olmayacaqsa, bacı ilə qardaşın evliliyi normaldır deyir. Əgər bir xəstəlik yoxdursa, bacı ilə qardaş evlənə bilər və yaxud da bir ana ilə bala evlənə bilər və yaxud da deyir ki, bir insanla bir heyvan cinsi münasibətdə ola bilər və yaxud da bunların, belə deyək, özlərini özəndirdikləri, baxdıqları zaman heyrətlə baxmış olduğu insanlara baxırıq, verilişlərin birində çönür öz qızına deyir ki, sən deyir, mənim qızım olmasa mən səndən yaxınlıq edərdim. Yəni o, dediyim kimi, dinimə sövən müsəlman olsa bari, yəni bari sizin bir əxlaqınız olsa da, yəni Allah Rasulunun həyatından bir hadisə var ki, o hadisənin də açıqlaması var. Sən onu tutmusan əlində bayraq kimi önünü, sağını, solunu, ortasını insanlara təqdim edirsən. Amma siz zaten siz hardan bilirsiniz ki, ümumiyyətcə, məsələn, o insanlara sual versək ki, dediyim kimi, başlarında olan insanlar da bunu rahat şəkildə qəbul ediblər. Sən hardan bilirsən ki, bacı ilə qardaş evlənə bilməz? Sən hardan almısan ki, ana ilə bala evlənə bilməz? Yəni səndə bunun ölçüsü hardandır ki? Yəni sən deyəcəksən ki, məsələn, bizdə bu belədir. Biz bunu belə görmüşük və s. Başqa yerdə də insanlar başqa şeylər görüblər. Avropada da başqa şeylər görüblər. Avropada da insanlar rahat başqa cür həyat yaşayıblar. Dünyanın fərqli yerlərində insanlar çıxsalar, bütün bu dəyərləri alt-üst etsələr, biz onlara da hörmətlə yaxınlaşmalıyıq ki, bu da onların düşüncəsidir ki, zaten dediyim kimi çox uzağa getməyə ehtiyac yoxdur. Zaten özləri də bunu iqrar edirlər. Bu insanlara baxırıq, iddialarına baxırıq, hansı kişi haqqında söz dediklərinə baxırıq. Həqiqətən də yəni deyə biləcək insanın bəzən sözü bitir yəni. Belə bir məşhur bir hədis olmalı, səhv eləmirəmsə, deyir, Peyğəmbərimiz çadırındakı bakirə qadından daha həyalı idi. Yəni elə bir peyğəmbərə belə bir ifadə həqiqətən də, yəni sözün əsl mənasında gərək insan insafsız ola ki, yəni beləsinə bir şey yaraşdıra özündə. Digər bir sual isə müəllim, sual verirlər ki, İslam həqiqətən də vəhşət və zorakılıq dinidirmi? İslamda edam və digər ağır cəzalar niyə vardır deyə belə bir sual verirlər. Bu barədə nə deyə bilərsiniz? Baxın, bunu deyən insanlar çox belə ciddi bir hadisə ilə qarşı-qarşıya gəldikləri zaman, məsələn, görsəniz ki, bir insan bir uşağa taciz eləyib, bir uşağı öldürüb və s. Şərhləri oxusaq çox rahat şəkildə bunu görmək olur ki, altdan yazırlar ki, belə insanlara ömürlük cəzası azdır. Belə insanları edam etmək lazımdır, belə insanları edam etmək lazımdır. Fitri olaraq insan zaten bunu qəbul etmir. Yəni bir kişi gələcək, 6 yaşında, 7 yaşında uşağa təcavüz edəcək, bir qadına və yaxud da təcavüz edəcək. Bunlar arasında çox da bir fərq yoxdur. Sadəcə uşaq daha şiddətli, daha belə insanı fitrətindən çıxartmış olunduğunu göstərən bir haldır. Belə bir durumda insanların qadına, uşağa olan həssasiyyətindən dolayı belə bir insana edam cəzası istəyirlər. Ki, zaten sənin istədiyini Allah Azza və Cəllə öz kitabında bildirib. Sənin istəmiş olduğun, yəni Quranı oxuyanda bu vəhşətdir demiş olduğun şeyi şəriət zaten sənə bunu öncədən bildirib ki, zaten sən onu şiddətli bir şey gördüyün zaman onu insanlardan, onu başda olan insanlardan tələb edirsən. Yəni məsələnin özü budur ki, Allahın əmr olaraq və ya qadağa olaraq bizə bildirmiş olduğu şeylər və onların üzərinə əhkam olaraq, daha doğrusu onların üzərinə cəza olaraq bizə bildirmiş olduğu şeylər hamısı insanın əslində malını, canını, namusunu qorumaqdan dolayıdır. Siz təsəvvür edin ki, bir bəldədə zina eləyən bir qadın daşqalaq edilib öldürülsə və ya zina eləyən bir kişi daşqalaq edilib öldürülsə, yəni o toplumda evli insanların zina etməsi mümkün ola bilər, mümkün ola bilməz. Ki, zaten tarixə baxdığımız zaman Allahın şəriəti ilə hökm edilən yerlərdə bu kimi nümunələrin sayı bir əlin barmaq sayısını keçməyəcək qədər azdır. Bu onu göstərir ki, Allahın şəriətinin tətbiq edildiyi yerdə olan məsələlər və bu günləri sizin o azadlıq, insanlara söz haqqı və s. insanlara söz, yəni feili olaraq azadlıq nə istəyirsə eləyə bilər, sənin ən fazla edəcəyin şey nədir? Ondan ayrılmaqdır, ondan uzaq durmaq. Belə topluluqlarda, belə yerlərdəmi, məsələn, Avropaya nəzər eləsək, Avropada mı xəyanət daha çoxdur, yoxsa
İslamın şəriətin tətbiq edildiyi yerlərdəmi, keçmişdəmi insanlar daha çox xəyanət ediblər? Təbii ki, Avropada. Niyə görə? Çünki insanı yaradan Allah onun nə ilə islah olacağını bilir. Şəriət hökm edilən keçmiş dönəmlərə baxsaq, oğurluq edənin əli kəsildiyi zaman nə qədər insanların əli kəsilib ki? Yəni bir əlin barmaq sayısını keçməyəcək qədər. Bir şey əlavə edeyim müəllim, sözünüzə. O boyda Osmanlı dövründə, yəni Bəli. 1299-dan 1915-ə qədər səhv eləmirəmsə, bizdə də fəal kəsmə cəzası tətbiq olunub. Əhsən, yəni baxın, bu çox Təsəvvür bizə yaxın edirsiniz bir yəni. nümunədir. Yəni görürsüz, yəni insanlar bunu başa düşmələri gərəkir ki, əslində insanı yaradan kimdirsə, onun fitrətinə uyğun bir nizam əslində nazil edib ki, bu cəzalar olduğu zaman insan bu şeylərdən qaçacaq. Bu cəzalar olmasa, insanlar tutulacaqlar, içəridən oğru adı ilə çıxacaqlar. İnsanlar tutulacaqlar, bunu peşə eləyərək özlərinə çıxacaqlar. Bu günləri insanlar rahat şəkildə mən oğruyam deyə bilirlər və bu oğruluqları ilə fəxr eləyə bilirlər. Rütbədir. Rütbə, yəni bir yerlərinə oğru yaza bilirlər. Sən İslam şəriətinin tətbiq edildiyi yerdə üstünə oğru yazıb gəzə bilərsən? Mümkün deyil belə bir şey. Yəni dolayısıyla Allahın nazil etmiş olduğu şeylər sənə zahirən vəhşət kimi gəlsə də, həqiqətdə sənin malını qoruyur, sənin namusunu qoruyur, sənin övladını qoruyur, sənin əhlini, sənin ailəni qoruyur. İnsan bunu bu şəkildə baxdığı zaman həqiqətən anlayır ki, bizi yaradan kimdirsə, bizim həyatımıza ən gözəl qanunu qoyan da odur. Onun xaricində hara baş vursaq ki, zaten bu qanunlar da insanların, bəşərin ortaya çıxarmış olduğu qanunlar da sabit qalmır. Allahın bir dənə nazil etdiyi qanun var. O gündən qiyamət gününə qədər, o gündən Osmanlıya qədər hər zaman baxsaq görərik ki, xeyirdən başqa bizə bir şey gətirməyib. Amma bəşərin ortaya qoymuş olduğu şeylərə baxırsan ki, 2 il bir qanun sabit qalsa sevinirsən. 2 il. Yəni 3-cü ilə keçdiyini zaten görmək mümkün deyil. Bu da nəyi göstərir? Bəşərin insan olaraq ortaya qoymuş olduğu bir şey heç vaxt insanların islahı üçün bu gün 1 il deyirsən, sabah 3 gün deyirsən, 5 il deyirsən, 4 il deyirsən, nə bilim yüngül töhmət deyirsən, bir şeylər anlatırsan, bunlar heç birisi insanların islahı üçün ola biləcək şeylər deyil. İnsanı kim yaradıbsa, onun fitrətini bilən odur. Yəni bu ən uzun misallar Allaha aiddir. Bu Apple-ı gətirib mənim önümə qoyan şirkət kimdirsə, bunun içini də, bunun necə idarə edilməsini də, bunu necə şarj etməmiz gərəkdiyini də bizə bildirən odur. Qıraqdan gəlib birinin deməsi, onun deməsi kimi əsla əbədən ola bilməz. Yəni hər bir şeyin yaradıcısı, hər bir şeyin tənzimləyicisi kimdirsə, onun haqqında söz sahibi də odur, onun haqqında qanunu qoyan da odur, onun haqqında nizamı qoyan da odur. Buna tabe olunduğu zaman zaten rahat bir şəkildə görmək olur ki, insanın fitrəti də bunu istəyir, dediyim kimi. Sən bir uşağa təcavüz edən insanı gördüyün zaman özün istəmədən belə deyirsən ki, edam cəzası gəlsin. Özün istəmədən deyirsən ki, bu insan ömürlük həbs edilsin və s. Bir də bu məsələlər nisbidir. Yəni məsələn, sən hər hansısa bir yerdə kimsə bunu da iddia edə bilər. Məsələn, deyə bilər ki, zaten boşluq içərisində olduqlarına görə, yəni ana ilə oğulun evliliyinə normal baxan bir kütlədən bəhs edirik. Bir dönəm gələcək bunlar deyəcəklər ki, adam öldürmək niyə problemli bir şey olsun ki? Zaten deyənləri də var bunun. Yəni məsələn bunu iddia eləyirlər rahat bir şəkildə, deyirlər ki, insan öz yəni iradəsi ilə bir şeylər etmir. Yəni bunu onların içərisində inanan insanlar var. İnsan nə edirsə, özündən asılı olmayaraq bunu eləyir. Fərqli səbəblər gətirirlər, fərqli mövzular ortaya atıb, mövzu çox uzanmasın deyə oralara girmirəm. Amma yəni bunu iddia etməyə başlayıblar. Birazdan bunu daha rahat, daha açıq şəkildə iddia edəcəklər. Belə olduğu zaman da yer üzərində xaos olması, yəni biz İslamın əhkamlarını anlattığımız zaman biz problemli insanlar oluruq da, yəni insanları boşluğa, insanları heç bir əxlaqi dəyərlərinin olmadığı şeylərə insanlar saatlarla insanları internetlərdə dəvət edirlər. Bunlar da nə hikmətdirsə toplumda sevilən, öndə olan insanlar halına gəlirlər. Əslində keçən mövzumuzla əlaqəli bir mövzuya toxundunuz. Yəni keçən dəfə dedik ki, insanlar niyə xoşbəxt deyirlər? Niyə hüzursuzdurlar? Onun səbəbi elə ilahi hökmlərə tabe olmamaqda yatır. Yəni belə deyək, ən belə uc hökm nədir deyək? Qisas deyək, adam öldürmək deyək. Onda belə Allah yəni insana yəni deyir ki, qisasda sizin üçün həyat vardır. Həqiqətən yəni bir insanın belə deyim qorxur ki, əgər mən kimisə öldürsəm, mən də öldürüləcəm. Bəli. Bütün insanlığı diriltmiş kimi olur. Ona görə də ilahi hökmlərdə hüzur, digərlərində isə hüzursuzluq var. Ki zaten Allah Azza və Cəllə bu xüsusu bizə öz əzəmətli kitabında bildirəndə deyir ki, yəqin inanan bir qövm üçün Allahdan daha gözəl hökm qoyan kim ola bilər? Bəli. Yəni yəqin inanan bir toplum bilir ki, Allahdan daha gözəl hökm heç kimsə qoya bilməz yəni. Bir digər mövzu Allahın istəməyi məsələsidir. Deyirlər, sual verirlər ki, Allah istədiyini hidayət edir, istədiyini azdırır. Nə deməkdir? Əgər Allah misal üçün deyir ki, istədiyini hidayət etdirir, istədiyini azdırırsa, insanın burada rolu nədir? Əslində bu günləri çox sual verilir. Hətta bu sual artıq özünü İslama nisbət edən insanlar verirlər. Səbəb də qulaq vermələridir.
Ki zaten insan bu məsələyə dediyimiz kimi Allahın kitabına məsələləri ərz eləsə, bir ayə gəldi önünə, digər ayələr, digər hədislər bir məsələ haqqında insan danışması üçün bütün məsələləri cəm edir, toplayır və sonda ortaya çıxan sonuc nədirsə, həqiqətən anlatılmaq istənilən şey odur. Biz Allahın kitabına baxdığımız zaman Allah Azza və Cəllə bir şeyi bizə bildirir. Onlar haqdan üz döndərdikləri zaman Allah onların qəlblərini çevirdi deyir. Bax Allah Azza və Cəllə elə belədən mən istədim, onların qəlblərini çevirdim demir. Onlar haqdan döndülər, Allah da onların qəlblərini çevirdi. Biz baxın tarixdə bir misal verəcək olsaq, eyni peyğəmbər, eyni vəhi Abu Bakra da gəldi, Abu Talibə də gəldi. Halbuki Abu Talib yaxşılıq edən bir insan idi. Peyğəmbərimizi qorudu son ana qədər, hətta ölüm ayağında gəldilər Muhammedə dedilər, Abu Talibə dedilər ki, Muhammedlə bizim aramızda bir körpü ol, bax sən ölüb gedirsən. Yəni son anda belə peyğəmbərimizi nə etdi? Abu Talib qorudu. Eyni peyğəmbər gəldi, eyni vəhiy gəldi, fəqət Abu Bakr ona İslam gəldiyi kimi İslamı qəbul etdi. Abu Talib isə qəbul etmədi. İndi burada belə bir sonuc çıxır. Biz zahirən baxdığımız zaman, yəni Allah niyə Abu Bakrə hidayət etdi də Abu Talibə hidayət etmədi? Yəni bunun bir şeyi olması lazımdır. Yəni haşa bunların anlattığı kimi bu keyfi olan bir məsələ deyil. Allah Azza və Cəllə qullarına zülm etməz. O başda bir şey dedi. Sən birisini tanıdığın zaman onu müdafiə necə edəcəksən? Sənin bilmədiyin bir şey var. Yəni onun bildiyi bir şey var, amma sən onun etməsində bəlli bir səbəb var, bəlli bir hikmət var. Sən o hikməti anlamamısan deməmiz lazımdır. Biz Rəbbimizi tanıdıqdan sonra, bildikdən sonra, onun Əl-Alim olduğunu, Əl-Həfiz olduğunu başa düşdükdən sonra bilirsən ki, Allah mütləq elm sahibidir. Bizim bilmədiklərimizi bilir. O sinələrdə olanı bilir, deyir Allah Azza və Cəllə. Biz baxırıq ki, Abu Talib, yəni onun imanın sadiqliyindən bəhs edirəm. Dedilər ki, sənin dostun Mirac hadisəsindən danışır. Belə hadisələr olub, belə olub, belə olub. Abu Bakr dedi ki, həqiqətən Muhammed bunu danışır. Dedilər ki, tamam, bitdi. Biz Abu Bakrı artıq öz istədiyimiz yerə gətirdik. Deyirlər ki, bəli, bax bu qədərdir. İnsan da bu dediklərimizə şahiddir. Vallahi Muhammed danışırsa doğru danışır dedi. Yəni bu Abu Bakr indi hidayəti haqq etməsin də Abu Talib mi hidayəti haqq etsin? O Abu Talib ki, Muhammedin haqq olduğunu bilir. Hətta ölüm ayağında demiş olduğu bir ifadə var. Qövmüm məni qınamağından qorxmasaydım mən Muhammedə iman gətirərdim. Muhammedin gətirdiyi dinə iman gətirərdim. İndi içdə olan bir şey var idi, açıq-açıqdır. Qövmün qınamağını Allahın qınamasından üstün tutan, insanların qınağını Allahın qınamasından üstün tutan bir kimsəyə Allah hidayət mi etsin yəni? Abu Bakra da hidayət etsin, Abu Talibə də hidayət etsin. Yəni bizim bilmədiyimiz bir şey var ortada. Biz insanların zahirlərinə baxırıq, qəlblərini isə bilmirik. Məsələn, uzun illər baxırıq adam dindən danışıb, din əhli olub, İslam əhli olub və s. Amma son dönəmlər baxırsan ki, İslamdan uzaqlaşıb. Yəni deyir, bu qədər yaxşılıq elədi. Niyə Allah bu adamı azdırdı? Niyə bu adam haqdan üst çevirdi? Bizim bilmədiyimiz, onun içində olan şeylər var ki, Allah onun içində olanları bilir. Biz zahirən baxdığımız zaman düşünürük ki, bu xeyir içərisindədir, insanların xeyrini istəyir. Fəqət bizim bilmədiyimizi bilən aləmlərin Rəbbi olan Allah var. Biz ona güvənəcəyik. Bizim bir dənə qaydamız olacaq. Allah kimsəyə zülm etməz. Bunu biləndən sonra, bunu başa düşəndən sonra üzərimizə düşən şey nədir? Üzərimizə düşən şey bunu başa düşdükdən sonra, bunu anladıqdan sonra Allah etmişsə mütləq bir bildiyi vardır. Allah kimsəni, yəni bu misallar da onu zaten bariz bir şəkildə nümunəsidir. Bu bizdə açığa çıxanlardır. Dolayısıyla Allahın dediyi kimi onlar haqdan döndükdən sonra Allah Azza və Cəllə onların nə idi? Qəlblərini döndərdi. Yəni demək ki, Allah Azza və Cəllə heç bir şey əbəs yerə etmir. Allah qullarına qarşı mərhəmətlidir. Necə mərhəmətli olmasın ki, Allah qullarına öz əzəmətli kitabında bir dəfə Allahdan qorxun demədi. Yüzlərlə ayətdə insanlara Allahdan qorxun dedi. Yüzlərlə ayətdə. Yəni düşün ki, aləmlərin Rəbbi nə deməkdir? Yəni bütün kainatın sahibi olan, aləmlərin Rəbbi olan Allah bir dəfə deyərdi insanlara Allahdan qorxun. Bir dəfə insanlara mövzunu izah edərdi, bitərdi bununla da məsələ. Bütün insanlara vacib idi ki, o əmrə tabi olsunlar. Amma Allah mərhəmətindən yüzlərlə ayətdə bunu bizə bildirdi. Yetmədi peyğəmbərlər göndərdi, yetmədi kitablar nazil etdi, yetmədi misallar verdi. Baxırıq kitaba misallarla doludur. Məgər onlar bunu anlamırlarmı? Məgər bu misala baxmırlarmı? Məgər bu misal. Bütün bunların hamısı insanı Allaha aparan, Allah Azza və Cəllənin o mərhəmətini başa düşdürməyimizə səbəb olacaq ən böyük şeylərdir. Dolayısıyla insanları azdırması, hidayət etməsi elə belədən deyil, Allah Azza və Cəllənin bilməsi ilə, Allah Azza və Cəllənin xəbərdar olması ilədir. Son bir misal verim. Düşünün ki, mən bir müəlliməm, mənim şagirdlərim var. Mən sinifə daxil oluram, imtahan günüdür. Və sizə deyirəm ki, burada Əli adında bir uşaq var, o imtahanı %100 keçəcək. Burada Ayşə adında bir uşaq var, o imtahanı %70, %80 keçəcək. Burada bir uşaq var, məsələn, Şakir adında bir uşaq var, bu imtahanı keçməyəcək, mümkün deyil. Hətta o bir bal alması belə mümkün deyil. Mənim bunu onun haqqında deməyim və imtahan oldu, imtahan başladı. İmtahan başladıqda dediyim hər şey doğru oldu. Şakir bir puan belə ala bilmədi.
digəri aldı, digəri də dediyim rəqəmi almış oldu. İndi mən dedim deyəmi bunlar belə oldular? Əsla. Yəni mən nə ilə onu bildim? Məndə olan onlar haqqında elm ilə onu bildim. Ən uca misallar Allaha aiddir. Allah mütləq elm sahibi olduğuna görə, alim olduğuna görə qulların öncəsini də, sonrasını da, nəyə layiq olduqlarını da bildiyindən dolayı Allah Azza və Cəllə qulları haqqında olan məlumatı bizim qullar haqqında olan məlumatımızla eyni deyil. İndi bunu iddia edərkən bəzi insanlar deyirlər ki, elə idisə Allah niyə insanları imtahan edirdi? İmtahan etməsəydi, madəm hər şeyi bilir, elə deyil. Məsələn, mənim bu bilgim, mən adımın Ömər olduğu kimi bilirəm ki, Şakir bu imtahanı keçməyəcək. Mən onu imtahana almasam, o sabah mənə bunu etiraz edə bilərmi? Etiraz edə bilər. Yəni, ya mən imtahanı alsaydım, mən keçsəydim və ya Allah qatında bir bahanəsi olacaq insanın. Allah bütün bu bahanələri nə etmək üçün, kəsmək üçün Allah insan haqqında insanı özü özünə şahid edir. Yəni, sən özün özünə şahid ol. Yəni, Allah insanın hətta yetmir. Normalda Allah qullarına desə ki, mən bilirdim zaten. Yəni, kimsə Allahın önündə biri etiraz edə bilər, etiraz edə bilməz. Amma Allah buna rəğmən insanın öz nəfsini özünə şahid edir. Buna rəğmən insanın öz üzvlərini özünə şahid etdirəcək. Buna rəğmən bu yetməyəcək insanların səhifələrini gətirib önlərinə qoyacaq ki, insan öz əməllərinə şahid olsun. Həqiqətən də bu Allahın mərhəmətindən, Allah Azza və Cəllənin qullara olan şəfqətindəndir ki, ta ki qullar Allaha zülm nisbət etməsinlər. Çünki Allah öz nəfsinə zülmü haram etmişdir. Bir də bu insanların belə bir sualı var ki, sanki mərhəmət edilmişcəsinə, sanki qəlbləri ağrıyırmışcasına. Niyə deyir Allah bu qədər müharibəyə, şərə, zülmə icazə verir? Bu qədər körpələr niyə öldürülür? Bu barədə nə demək olar? Ümumiyyətcə, biz baxmamız gerəkən məsələlərdən birisi budur ki, Allahın belə bir vədi varmı ki, bu dünyada müharibə olmayacaq, bu dünyada acı olmayacaq, bu dünyada sızı olmayacaq? Yəni, belə bir vəd varmı ki, kitabda? Biz baxaq deyək ki, bax, Allah belə vəd etmişdi, tam tərsi olmuş oldu. Tam tərsinə, Allah deyir ki, biz sizi mallarla imtihan edəcəyik. Allah deyir, biz sizi oğul uşaqla imtihan edəcəyik. Allah deyir, biz sizi canlarla imtihan edəcəyik. Allah deyir ki, o müharibələrdə onları sizlə yerlərinizi dəyişəcəyik, onlar qələbə çalacaqlar, siz qələbə çalacaqsınız. Yəni, Allah bunu bizə bildirdiyi yerdə biz necə deyə bilərik ki, yəni sanki Allah verdiyi vədə xilaf çıxıb, haşa. Yəni, belə deyil axı. Allah zaten bunu bizə xəbərdar edib. Allah zaten bu dünyanı bizə vəsf edib. Zaten bu dünyanın imtihan diyarı olduğunu bizə bildirib Allah Azza və Cəllə. Demək ki, zaten Allah bizə bildirdiyi şey bizim başımıza gəlir. Ondan başqa bir şey bizim başımıza gəlmir. Bu birinci məsələ. İkinci məsələ, Allah Azza və Cəllə qullarına nazil etmiş olduğu bu kitab ki var, insanlar o kitaba tabi olsaydılar, yer üzərində bu qədər müharibə ola bilərdi, yer üzərində zalimlar mazlumlara zülm edə bilərdilər, mümkün deyil. Yəni, demək ki, burada Allah ilə bağlı olan bir məsələ deyil. Yəni, sənin gözləmiş olduğun belə bir ilah var, yəni, oğurluq eləyəndə onun əlindən tutsun. Haşa, zina eləyəndə ona mane olsun. Haşa, qumar masasına oturanda stol altı üstünə gəlsin. Yəni, belə bir şey gözləyirsən. Biri gəlib birini öldürəndə ona müdaxilə etsin. Bəs İmtahanın mahiyyəti olmaz. İmtahanın mahiyyəti olmaz zaten. Bundan sonra kim iman etməz ki, yəni? Bundan sonra hər kəs iman gətirər. Hər uşağı öldürənə, bıçaq çıxardana və yaxud da birinə əziyyət edən. Burada nə imtahan olacaq ki, yəni? Dolayısıyla bu belə olsa zaten, əmin olun ki, bu insanlar deyəcəklər ki, sizin Rəbbiniz insanlara özgür iradə verməyib. Yəni, insan bax, bir əməl eləmək istəyir, qoymur. Bəlkə tam tərsini eləyəcəkdi, iman gətirəcəkdi, ona da, yəni təsəvvür edin ki, xeyirləri bu qədər xeyirləri görməyib, şərləri, yəni xeyirlər sanki özlərindəndir. Bütün bu xeyirlər, bütün bu gözəllikləri təbiət yaradıb. Bütün bu gözəlliklər və s. kainatdandır. Amma bütün bu şər görsənən şeylər isə Allaha izafə. Yəni, sanki belə bir bölgə ediblər, haşa. Yəni, niyə şərri də ona izafə et, şərri də kainata izafə et, şərri də təbiətə izafə et. Dediyim kimi, o qədər məntiqsizdirlər ki, yəni zənn edirlər ki, onlar bir şey iddia edirlər. Yəni, başqa bir məsələ daha var burada. Yəni, bizim üçün bir diyar bu diyar deyil. Yəni, iman edən bir insan üçün bizim iki diyarımız var. Bu diyar və axirət diyarı. Axirət diyarı inancı olan insan ki var, məsələn, biz buna şahid oluruq. Məsələn, görürük Fələstində bir ata da övladının başında dayanıb ağlayır. Elhamdülillah, elhamdülillah, elhamdülillah deyir. Allaha şükr eləyir. Yəni, belə bir, yəni, sən onun yerinə narahatsan. Yəni, o diyarda, bu diyarda müvəqqəti olaraq əziyyət çəkdiyindən dolayı Allah Subhanahu wa Ta'ala ona qiyamət günündə böyük mükafatlar verib, onun qəlbini, zaten qəlbi bu dünyada mütmaindir. Ona mükafat verildiyi zaman necə mütmain olmayacaq ki? Yəni, sən bu dünyaya baxdığında, sadəcə səndə bu dünya olduğu üçün sən problemə düşmüsən. Amma inanan bir insan üçün belə bir dərdi yoxdur. Zaten zülm də inanan insanlara olur. Yəni, sizin o ateist təbəqəniz zülmə məruz qalan insanlar deyil. Yəni, zülmə məruz qalan insanlar inanan insanlardır. Siz gəlib insanlara zülm etmisiniz zaten. Araşdırdığınız zaman, baxdığımız zaman, gördüyümüz zaman dinsiz olan insanlar, yəni bu günləri bizim gözümüzü bərəldib baxmış olduğumuz, məsələn, Çinə baxaq, yəni necə irəliləyiblər, necə texnologiya, Uyğurlara etdiyi zülmdən,
Yəni insanların məgər xəbərləri yoxdur və yaxud da Avropanın qara dəlilərə vermiş olduğu zülmdən məgər insanların xəbəri yoxdur? Sən bir tərəfdən baxırsan ki, Avropa, Avropa, yatanda Avropa xəyalı ilə yatırsan, duranda Avropa xəyalı ilə durursan, yatanda Amerikanı düşünürsən, duranda Amerikanı düşünürsən, amma sən bir tərəfdən onların etdikləri haqqında bir kəlmə dahi etmirsən. Amma İslam haqqında gəldiyində bütün bu şərləri izafə edirsən Allaha, səni yaradana, insanları yaradana. Bu həqiqətən də absurd olan bir şeydir. İnanan bir insan üçün sən özündən narahat ol. Yəni o inanan insandan narahat olma ki, bunu da başına bir hadisə gəlməmiş bir insan olaraq da danışmıram. Yəni mənim 6 yaşında övladım maşın vurdu, dünyasını dəyişdi. O gün dediyimi bu gün də deyirəm. Verdiyi də Allahındır, aldığı da Allahındır. Mən Allahdan razıyam. Sən mənim yerimə niyə narahatsan ki? Yəni bir var insan bir şeylər danışır, onu hiss etmədən danışır. Yəni təbii onların hiss etdikləri daha ağırdır. Onlarla özümüzü müqayisə edə bilmərik. Amma mən Allahdan razıyam. Mənim üçün tək bu həyat deyil. Mən bilirəm mən bir gün ondan qovuşacağam, mən bir gün onu qucaqlayacağam, ona sarılacağam. Mən bundan adımın Ömər olduğu kimi əminəm. Yəni mənim əminliyim, mənim rahatlığım səni niyə narahat edir ki? Sanki bu mənim dərdimi çəkir. Bax insanlar mazlumdular, insanlar göz yaşı axıtdılar. Bir tərəfdə insanlara göz yaşı da axıdan siz, bir tərəfdən də insanlara mazlum ədəbiyyatı edənlər yenə sizlərsiniz. Bu iki şey bir-birinə həqiqətən də ziddir və ki zaten bunu ən çox iddia edənlər də deistlərdir. Yəni yaradan var, fəqət yaradan niyə bu şeylərə müdaxilə etmir? İndi burada belə bir sual çıxır. Deistlərə bu sualı yönləndiririk. Sən səni yaradanın olduğuna inanırsan. Sənə göz verdiyinə inanırsan, sənə qulaq verdiyinə inanırsan, sənə bədən verdiyinə, sənə ayaq, əl verdiyinə inanırsan. Bəs bu içindəki bu mərhəmət hissini hardan almısan? Yəni təsəvvür et ki, bir deist düşünür ki, onu yaradan var. Sadəcə İslamı, dini və s. bunları qəbul etmir. Yaradan sənə hər bir şey verdi. Mərhəmət hissini də verdi, amma özü mərhəmətin nə olduğunu bilmədi. Yəni sən sənə o hissi verəndən daha mərhəmətli ola bilərsən. Yəni sən sənə o hissi yerləşdirəndən daha şəfqətli ola bilərsən. Mümkün deyil belə bir şey. Yəni sən Allahın sənə vermiş olduğu şeylə, daha doğrusu onun ifadəsilə, səni yaradan hər kimdirsə, sənə vermiş olduğu bir hisslə sən ondan daha necə mərhəmətli ola bilərsən? Demək ki, sənin anlamadığın, müəyyən bir baxmış olduğun bir pəncərə var, ondan o tərəfini anlaya bilməzsən. Hər kəsin, məsələn, indi biz səs yazı eləyirik, telefonumuzun bəlli bir yaddaşı var, ondan artıqını ala bilməz. Yəni ondan artıq nə danışsan boşa gedəcək və insan, məsələn, 3 yaşında uşaqla 50 yaşında kişi bir deyil, 20 yaşında insan bir deyil. Bunların hər birisi bir-birindən fərqlidir. Onu anlatdığın şeylə 50 yaşında insana anlatacağın şey də eyni deyil. Onun anlama səviyyəsi ilə 50 yaşında kişinin anlama səviyyəsi də eyni deyil. Bunlar bir-birindən fərqli olduğuna görə, yəni insan da bəlli bir şəkildə anlaya bilir. Hər bir şeyi anlaya bilməz. Hər bir şeyi anlaya bilməz. Hər bir şeyi insanlara, yəni hər bir şeyin arxa pərdəsini görə bilməz. İnsan da bəlli bir yerə qədər anlayır. Dediyim kimi başda dediyimizi yenə deyirik. Rəbbinə güvənən insan Rəbbinin kimsəyə zülm etməyəcəyini, Rəbbinin adil olduğunu, Rəbbinin zalimları cəzalandıracağını, möminləri də müjdələyəcəyini, möminlərə də mükafatlarının müqabilində mükafat verəcəyini rahat bir şəkildə bilir və buna yəqindir və bundan dolayı da dediyim kimi çox nümunələrə baxa bilərsiniz. Onların hər birisi elhamdülillah Allaha şükür edərək imtahanlarını atladırlar. Amma narahat olan niyedirsə bunlar narahatdırlar. Bu gün sizi yorduq, haqqınızı halal edin. Son bir sualımız qaldı. Sual veriblər ki, dində niyə bu qədər qadağa var? Allah insanın azadlığını məhdudlaşdırırmı? Əslində insanlar azadlıq məfhumu nədir, onu başa düşməlidirlər. Azadlıq nə olan şeydir? Yəni azadlıq sənin düşüncənə görə nə istəyirsən elə, necə istəyirsən yaşa. Bu məgər sizin o demokratik dövlətlərinizdə var. Məgər bu Avropada belədir, yəni. Necə istəyirsən yaşaya bilirsən, sənə heç bir sərhəd qoyulmayıb. Məsələn, svetoforda dayanırsan, düzdür, başqasının malını oğrayanda cəzalanırsan. Məsələn, oğru bir adam düşün, desin ki, mən niyə cəzalanmalıyam ki, mən ondan güclüyəm. Güclü olan zəif olanı əzir ki, zaten bu ateist düşüncəsində var olan bir şeydir. Güclü olan zəif olanı, niyə məni məhdudlaşdırırsan ki? Yəni mən güclüyəmsə, ondan alacam, o güclüdürsə məndən alacam. Yəni insana sərhəd qoyulmasa, yer üzəri xaos olar. Yəni bu dünyada bu rahat bir şəkildə, bariz bir şəkildə bunu görmək mümkündür. Amma Allahın gətirmiş olduğu nizam, Allahın gətirmiş olduğu qanun ki, zaten insanlara elə göstərirlər ki, sanki dində hər şey qadağandır. Sadəcə bəlli sayda olar şeylər var. Amma tam tərsinədir. Allahın haram etdiyi bəlirli şeylər var. Allahın mübah etdiyi şeylər nə qədər istəsən var. Haram olunan şeyləri Allah öz kitabında bildirib. Rəsulu bizə öz səhih sünnətində bunu bildirib. Sayılı şeylərdir. Baxdığımız zaman Allahın bizə qadağan etmiş olduğu şeylərə bizim üçün zərərdirmi, xeyirdirmi? Məsələn, içki içməyi Allah haram edib. İçki içən insan başqasına zərər vura bilir. Allah oğurluq etməyi haram edib. Allah yalan danışmağı haram edib. Allah insanlar arasında söz aparıb gətirməyi haram edib. Allah qumarı haram edib. Allah faizi haram edib. Yəni elə bir haram olan şey yoxdur ki, orada insanlığa bir zərər olmasın. Yəni bunun nəyi pisdir ki? Yəni sən gedirsən məsələn Avropaya, iltica edirsən,
orada məsələn bir kampaniyanı yerləşdirirlər. Sadəcə sənə ayda 200 evro pul verdiklərindən dolayı deyirsən adamlar nə desələr başımızın üstündədir. Valla adamlar daha neynəsinlər? Yəni qayda qoymasalar, qanun qoymasalar, insanlar buranı altın üstünə gətirərlər. Yəni sənə 200 evro verən insan haqqında bunu deyə bilirsən. Bəs aləmlərin Rəbbi yer üzərini bu qədər nizamla, intizamla idarə edir, sənə nemətlər verir, sənə özündə sənin üçün möcüzələr yaradıb. Sən buna təəccüb etmirsən. Sən bunu bizə verən başımızın üstündə də onun qayda qanunları demirsən. Sənə 200 evro üzr istəyirəm bir su, bir sabun verən insanlara da deyirsən ki, başımızın üstündədir bunların qanunları. Bu həqiqətən də dediyim kimi bu insanların ziddiyyətləridir. Həqiqətən insan bir şey görmək istəsə, rahat bir şəkildə görəcək ki, Allahın göndərmiş olduğu, nazil etmiş olduğu din həqiqətən nurdur, insanlar üçün bir yoldur. Bundan əzəmətli, bundan izzətli bir yolda mən bilmirəm. Yəni, bu dərsimizin sonunda bir sərlövhə olaraq, bir son söz olaraq nə demək istəyirsiniz? Son söz olaraq onu demək istəyirəm ki, insan həqiqətən elə bir varlıqdır ki, düşünsə, çünki Allah Azza və Cəllə məgər onlar düşünmürlərmi deyir. Çünki Allah Azza və Cəllə bu ağlı düşünmək üçün verib. Bizim üzərimizə düşən şey düşünməkdir. Yəni elə bir həyat sunursan ki, sən mənə bir ateist olaraq, bir deist olaraq, bir dinsiz olaraq, mən o həyata düşdüyüm zaman bir boşluğa düşəcəyimi sən də bilirsən, mən də bilirəm. Yəni elə bir yola mənə dəvət edirsən ki, dəvət etdiyin yolda sən boşluq içərisindəsən. Yəni təsəvvür edin ki, bəzi insanlar deyirlər ki, "Valla mənə maraqlı deyil. Mən bu mövzulara girmirəm. Nə olacaqsa olacaq." Belə bir şey ola bilər yəni. Sən bunu dediyin an qəlbin dayanmalıdır. Sən bunu dediyin an həsrətdən qəlbin paramparça olmalıdır. Niyə? Mənim bu dünyada sevdiyim bir anam var, atam var, yoldaşım var, övladım var. Sən iddia edirsən ki, heç bir, yəni mən onlarla sadəcə bu dünyada görüşəcəm. Sən iddia edirsən ki, yəni mən onlarla sadəcə bu dünyada varam, bu dünyada onları görürəm. Vəssalam, əgər bu dünyadan sonra bitəcəksə hər bir şey, yəni mənim niyə əxlaqlı olmaq üçün özümü bu qədər sıxıram? Mən niyə insanların haqlarından özümü bu qədər qoruyuram? Mən niyə valideynlərimi bu qədər sevirəm, onlara bir şey gəldiyi zaman kədərlənirəm? Biraz səbr edin, zaten ölüb bitəcək, yoxluğa gedəcək. Belə bir məntiqsizlik, belə bir absurd iddialar və eyni zamanda o daxildə yaranan boşluq insanın durub düşünməsi lazımdır. Biz hara gedirik? Mümkün deyil belə bir şey ki, mən gəldim, bu dünyada yaşadım, nə üçün yaşadığımı da bilmədim. İnkişaf dedim, elm dedim və s. Mən öldükdən sonra o elmin mənə nə faydası var ki? Mən yox olub gedəcəmsə, bu bəşəriyyət yox olub gedəcəksə, insanlıq yox olub gedəcəksə, bu elmin, bu digər şeylərin mənim üçün nə kimi önəmi var yəni? Mən öldükdən sonra geridə qalanlar üçün bir faydası olacaq. Mənim üçün nə faydası olacaq ki? Mən bir şey ki, öldükdən sonra yox olmağa ki, zaten bu qapıdan girən insanlar o yerə gəlib çatdılar ki, onların bəziləri deyirlər ki, biz bilmirik, biz bugün insanıq, sabah yatdıq, durduq, pişik olaraq da oyana bilərik. Üzr istəyirəm bir sıçan olaraq da oyana bilərik, üzr istəyirəm bir fil olaraq da oyana bilərik, bir ağac da ola bilərik. Reinkarnasyon. Yəni təsəvvür edin ki, insan hansı aşamada, necə bir qapıdan girdi, çünki o boşluq başqa bir boşluğu gətirir. O problem başqa bir problemi gətirir. Düşmüş olduqları son hal budur. Yəni bu gün deyirsən məndən danışırsan, məni görürsən, ola bilsin ki, sabah məni bir pişik olaraq gördün və yaxud da məni görmədin. Həqiqətən də insan o yaradılış fitrətindən uzaqlaşdığı zaman bu kimi boş işlərin arxasınca gedir ki, zaten baxdığımız zaman günün sonunda da belə insanların, məsələn Avropada bunu çox görmək mümkündür. Madəm adamlar xoşbəxtdirlərsə, niyə intihar edirlər? Niyə özlərini öldürürlər? Çünki hər şey maddiyyatdan, evrodan ibarət deyil. O sən evronu verirsən adama, amma eyni zamanda anlatırsan ki, sənin bu anan, atan, övladın və s. bu dünyada nə gördün odur, bitdi. Sənin üçün artıq başqa bir həyat olmayacaq. Sən bir daha bunları görə bilməyəcəksən. Onu boşluq içərisinə boşluğa, yəni insan da biraz düşündüyü zaman daralır, sıxılır və s. ən son insanlar özlərini intihar edirlər, özlərini öldürürlər və s. Deyəcəyimiz şey odur ki, özünüz bir şey deyilsinizsə, özünüz bir şey olmaq istəmirsinizsə, insanlardan əl çəkin. İnsanları təmiz olan, saf olan yoldan ayırmayın. Gedin başqa işlərlə məşğul olun. Ki zaten bu işlə məşğul olmaları da onu göstərir ki, onlar insanların rəfahını yox, başqa bizim gördüyümüz, bəzən də görə bilmədiyimiz başqa işlərlə məşğuldurlar. İnsanları o fitrətlərindən uzaqlaşdırıb, Allahın dinindən uzaqlaşdırıb o qaranlığa salmaq istəyirlər ki, zaten bu da bəlli yerlərin, belə deyək də, bəlli güclərin öz işinə gələn, onların faydasına olan işlərdəndir. Məsələn, dünyaya baxdığımız, Avropaya, Amerikaya baxdığımız zaman insanları dinsiz etmək üçün əllərindən gələn hər şeyi edirlər. Bunlar da onların daha alt təbəqələridir. Bu daha bizim gördüyümüz ən kiçik şeylərdir. Allah yoxdur, nə bilim nə yoxdur, statuslar, WhatsApplar, TikToklar və s. Bunlar daha kiçik məsələlərdir. Başda təklifim yenə keçərlidir. Bizi elmsizlikdə, cahillikdə ittiham edən insanlara ki, masamız, qapımız onlara açıqdır deyə bilərik inşallah. Belə bir söz var. Allahsızlıq anlamsızlıq deməkdir. Həqiqətən də yəni Allahın, axirətin olmadığı bir anlayış xaotik bir vəziyyət gətirib çıxardır günün sonunda. Allah razı olsun. Dəyərli vaxtınızı bizə Biraz uzun oldu, xərclədiyiniz siz üçün. haqqınızı alın, sizi yordum. Estağfurullah.
Bir Vəhyin Pəncərəsi proqramında sonuna gəldik. Allah cümləmiz üçün faydalı etsin. Əssəlamu aleykum.